Bunun iki cür həlli yolu var. Birinci yol, tutaq ki biz bunu 2 sinus x açdıq. Çünki biz bilmirik ki biz açandan sonra sonucda nə çıxacaq cavab. Doğrudurmu? Biz bunu açdıq. Sinus x-i mörtəzə xaricinə çıxartdıq. Alındı ki kosinus x çıxılsın 1. Bərabərdir 0. Və təbii ki hamımız qruplarını ayrı işlənlikləri həll edəndə ayrı-ayrı sıfıra bərabər götürürük. X-i pika tapdıq. K daxildir z. İndi yazmıram. Buradan da 2 kosinus x-i çıx 1'i sıfıra bərabər götürdük. Kosinus x oldu 2'də 1. Doğrudurmu? Buradan da aldıq 2'də 1'i sinus Pi bölünsün 3. burada pi bölünsün 3 olur. Doğrudur. Üstə gəl. Plus 2 plus. Bəli, yox, plus minus özdə yazır. Düzdürmü? Plus minus pi bölü 3. Üstə gəl 2 pi. Yəni bunun öz yazılış düsturu budur. Tamam. Burada istəsəz birinə n qoyun ki, qarşımız. Bu belə. İndi bundan sonraki etapda biz cavabları cavab variantlarında görmürük. Nə baş verir? Niyə görmürük? Çünki cavabların birləşməsi mümkündür. Ehtimal olaraq bunların birləşməsi. Bunu keçən dərs deməmişəm belə bir şey. Yəqin deməmişəm. İndi bunları necə birləşdirəcəyik? Burada biz vahid çevrəmizi çəkirik. Cavabların birləşdirilməsi üçün biz vahid çevrədən istifadə edə bilərik. Bu belə. İndi gəlin maraqlı bir şeydir. Məsələn, biz pi bölü 3, yəni bilirik ki, mənfi pi bölü 3-də də ödəyir, müsbət pi bölü 3-də də ödəyir. Mənfi pi bölü 3 üçün fikirləşək ki, biz nə götürək? Bax, buranı tutaq ki, götürdük. Yəni 60 dərəcə ilə yazaq da. Bura 60 dərəcə olur. Doğrudurmu? Buradan bura bir bucaq. Yəni bu 60 dərəcə ödəyir. Və eyni zamanda burada da bir bucaq var. Mənfi 60 dərəcədə demək olar da, doğrudur? Mənfi 60. Bu mənfi 60-ı da gəlin biz 300 dərəcə kimi yazaq. Çünki 360-dan, buradan buranı tapanda 360-dan 60'ı çıxırsınız. Yəni 300 dərəcə yazaq. Mənfi 60 da yazsaq heç bir problemi yoxdur. Bu belə. İndi bunları yazdıq. Burada nə var? Nə var? Məsəl üçün pi bölü 3-ün üstünə, 60-ın üstünə ya da mənfi 60-ın üstünə nə gələndə, yəni bu belə alınır. Bu belə idi tam olaraq misalımız. Bir dəqiqə baxım mən. Bir dəqiqə bizim tam mənim demək istədiyim bu. Mən misal qarşımda da görürəm. Sinus şəklində idi. Hə, tamam. Burada biz davam eləyək. Məsələn, burada 60 dərəcəni ödəyir. Məsələn, sinusda haran ödəyir? Bir buranı ödəyir. Baxın, bu bucağı 180 dərəcəni ödəyir. Düzdürmü? Buraya elə bunun üstünə yazaq 180 dərəcə. Doğrudur. Bu da belə. Buradan gəldik, bura qədər 180. Belə burada uzağa getməyə 0 dərəcə bura. İndi diqqətlə baxaq ki, bu birləşdirmənin qaydası budur ki, məsələn siz tutaq ki 0-2 pi aralığında, 0-2 pi aralığında dərəcələrinizi yazırsınız. Dərəcələri yazandan sonra bunların öz aralarında neçə dərəcədən bir təkrarlandığına diqqət edirsiniz. Baxın, burada deyək ki A nöqtəsi qoyuram. A nöqtəsindən B nöqtəsinə qədər neçə dərəcə yol var? Yəni A-dan B-yə gələn adam neçə dərəcə gəlir? 120 dərəcə. 120 İndi dərəcə. B-dən gəlin C-yə gedək. Yenə 120 dərəcə gələcək. Fikir verdiniz. İndi C-dən A-ya gəlin. Yenə 120 dərəcə gələcək. Çünki bura bir ki 60'dır da, bura 60, bura 60, 120. Tamam. Əgər biz bunu başa düşdüksə ki A, B, C 120 dərəcədən bir təkrarlanır, bircə nə qalır? 0 qıraqda qalır. Fikir verin, 0'ın ona rolu yoxdur. Çünki 0-dan 60'a 60'dır, 60'dan 180'ə 120'dir. Onda belə çıxır ki, biz 120 dərəcədən bir qiymətlərin təkrarlandığını görə bilərik. Yəni, məsələn, mən indi yazanda dövr olaraq 120'ni götürəcəm. Nə yazacağım onda? Pi bölü 3'dən başlayacağım. Pi bölü 3'dən başlayacağım x-ımı. Amma dövr olaraq 2 pi bölü 3 yazacağım. 120 dərəcə. Və burada bir k qoyacağım ki, axı 0-2 pi-dən də kənara çıxanda biz o dərəcələrin təkrar yarandığını bilək. Amma bu bir dənə sıfırın burada olmaması anlamına gəlir. Yəni 0 qıraqda təkrar yazılmalıdır. 0 bəs necə yazacağım? 0 yazmaq üçün yəni fikirləşməlisiniz ki, artıq 180 bu yazdığımızın içində var. Onda 0'ı necə yazacağım? 0 və 2 pi k. 0 üstə gəl 2 pi k. Yəni onda belə çıxır ki, burada da bir dənə 2 pi n yazacağım. Və salam. Deyəcəm ki, həm bu cavabda görünə bilər. Aydın oldu necə oldu ki, biz aldığımızı görmədik, amma fikirləşdik ki,
Biz bunları vahid çevrə üzərində baxaq görək ki, bunlar neçə dərəcədən bir təkrarlanır. Bu formada bunu tapa bilərik. Bu bir. Bəs yaxşı. Birbaşa cavaba gəlib çıxmaq olardımı? Birbaşa cavaba gəlib çıxmaq olardımı? Birbaşa cavaba gəlib çıxmaq olardı. Bunu necə çıxarda bilərsiniz? Fərqdən demişdik əslində bunu. Məncə demişdik. Bəli. Əgər biz bunu fərqdən hasilə keçsəz, birbaşa indi aldığımız, hansı ki cavab D variantı idi, indi aldığımızı alacağıq. Yəni bunun üçün sadəcə olaraq sinus 2x çıxılsın sinus x-i belə açırdınız. Bunu eləmişsiniz da, bunu istəmirəm yazım və bunu siz ev ki 2 sinus alfa çıx beta bölü 2 idi. Düzdürmü? 2x-dan x-i çıxıb 2-yə böləndə x bölü 2. Kosinus topladınız 2-yə böldünüz 3x bölü 2 və buradan sinus x bölü 2-ni 0-a bərabər götürdünüz. X bölü 2-miz bərabər oldu 0 pikada alır və gördüyünüz kimi 2 pika, hansı ki biz cavabı almışdıq. Bu formada cavab almışdıq. Eyni zamanda da kosinus 3x bölü 2-ni də bu formada götürəcək. Oldu. Yəni buradan da o birisi cavabı alacaqsınız. Bu birinci. Bəs tutaq ki biz cavabları birləşdirəndə əbobdan, əkobdan, yəni əkobdan istifadə edirik də. Biz bu əkobdan necə istifadə edəcəyik? Bir dənə də ona yüngül var. Tutaq ki mən almışam. Məsələn belə bir x1-i almışam. Məsələn pi böl olsun məsəl üçün 10 almışam. Üstə gəl, məsəl üçün burada da yazmışam 2 pika bölünsün, nə bilim olsun 15 almışam. Məsələn x2-ni də almışıq, tutaq ki pi bölü 2 almışıq, üstə gəl pika. İndi ikisini də eyni hərf yazmaq da olar, onun fərqi yoxdur. N də olsa k yaza bilərsiniz. Orada bir qorxulu bir şey. İndi bu halda mən cavabda görmürəm. Cavabda belə bir cavab görmürəm. Bunu necə birləşdirdim? Hər dəfə şeyimi çəkəcəyik. Tutaq ki, vahid çevrəmi çəkəcəyik. Yox, hər dəfə vahid çevrəyə ehtiyacı yoxdur. Vahid çevrə də kömək edici faktordur. Bəs burada nə edəcəyik? Burada nə edəcəyik? Məsələn, tutaq ki, qayda deyir ki, əgər siz əkob tutaq ki, amma k-ları ayrı, pi-ləri ayrı fikirləşəcəksiniz. Əgər pi bölü 10 ilə pi bölü 2-ni ayrıcana fikirləşsəz, burada mütləq, məsəl üçün, pi bölü 10-u daha kiçik olanı çölə qoyacaqsınız. Çölə qoyandan sonra burada əkob qalacaq nə? Qalacaq 1. Bir də qalacaq pi bölü 2, demə 5 qalacaq. Düzdürmü? 5 olacaq. Və nəticədə pi bölü 10-u 5-ə vuranda pi bölü 2-ni verir. Buradan da siz 5-i alacaqsınız. Deməli 5 vurulsun pi bölü 10-dan da gəlib cavabı alacaqsınız pi bölü 2. Bu belə. Bunu alacaqsınız. Və k-nı necə tapacaqsınız? K-ları necə biləcəksiniz? Məsəl üçün biz o birisində nə idi k? O birisində 2 pi k bölü 15. Deməli, yenə əkob yazacağıq. Bu dəfə 2 pi k bölü 15-dən götürəcəyik pi k-nı. Düzdürmü? Bəs burada nə edəcəyik? Orada fikir verin. Yəni, bayaqkında pi bölü 10 pi bölü 2-yə bölünürdü deyə çox rahat şəkildə mən pi bölü 10-u çölə qoymuşdum. 12-yə bölündüyünə görə çölə qoymuşdum. Buradakı məqamda biz pi k-nı çölə qoya bilərik. Pi k-nı nə edə bilərik? Çölə qoya bilərik. Hə, bəs 15-i qoysaq olarmı? Məsəl üçün pi k bölü 15-i qoysaq olarmı? Əgər bu pi k 15-ə bölünürsə, hansı ki, yəni bölünür də, yəni biz onda belə çıxır ki, pi k bölü 15-i də çölə qoya bilərik. Çünki məxrəcin olması bizim işimizə yaramır. Onda alınacaq belə bir şey. Deməli, pi k, 2 pi k yox, pi k bölü 15-i qoydum çölə. Məqsədim əkoblu natural ədədlər olsun. Burada 2 alındı və pi k-nın da yerində nə qalmalıdır? Fikirləşə bəlkə mən səhv deyirəm, baxaq görək nə qalmalıdır pi k-nın yerində. Məsəl üçün 15 isə 15 olmalıdır da burada. Düzdürmü? 15. 2 15. Yəni natural ədədlər aldı. Məsələn bu ifadəni 15-ə vuranda pi k-nı görürsüz. Bu ifadəni 2-yə vuranda, yəni demək ki, belə eləmək mümkündür də. Yəni bizim məqsədimiz natural ədədlər olsun. Demək elə bir şey çıxardın çölə qoyun ki, natural ədəd olsun. Aydındır bu? Heç ona bölündü, buna bölündüyə fikir verməyin. Yəni pi k mənə mane olur, 15 də mənə mane olur. Bu pi k bölü 15-i qoyum çölə görüm. Mürtəzənin içi natural ədədlər olacaq. Oldu. 2-dən 15-in də əkobu nədir? 30. Demək, burada nə var idi? Pi k. Burada nə var idi? 15. Buradan da cavabı 30 tapdım. İxtisar etdi. Cavab oldu nə? 2 pi k.
Və bu nə deməkdir? Bu o deməkdir ki, bizim cavabımızı sadəcə olaraq deməli, amma bunu nəzərə alırıq. Burada əkobdan pi bölü 2 tapmışıq. Bunu nəzərə almasaq cavab səhv olacaq. Pi bölü 2 də almışıq. Üstəgəl dövrlərdən də 2 pi almışıq və bizim ümumi cavabımız bu olacaq. Yəni biz məsəl üçün buranı pi bölü 10 üstə 2 pi bölü 15 alırıq. Buranı pi bölü 2 üstə pi alırıq. Cavabları birləşdirmək lazımdır və cavabları buyurun. Pi bölü 2 üstə 2 pi-dan tapa bildik. Aydın oldu bu necə bu hansı halda bu ehtiyac yaranır? Mən sizə bir şey deyim. Məsəl üçün tutaq ki, eyni anda baş verən daha. Məsəl üçün biz elə hər dəfə birləşdirmirik ki. Məsələn baxın, eyni anda. Yəni bu da və bu da və bu ikisi də eyni anda yerinə qoyulanda cavabı ödəməlidir. Bu bilsiz hansı hallardadır demişdim. İndi bir də deyim. Məsələn tutaq ki, bizə verir kosinus, məsələn deyək ki 10x üstəgəl məsələn sinus, məsələn 3x, məsələn deyirəm də 2x olsun. Bərabərdir, məsələn tutaq ki bizə verir 2 qiymətində. Və biz burada artıq oturub fikirləşməməliyik. Yəni görün bu sinus 2 alfanı necə açacağam? Yox, görün bu kosinus 10x-i necə açacağam? Belə şey fikirləşməyəcək. Niyə? Çünki buradakı bəli. Hər birini 1-ə bərabər eləyəcək. Bəli, deməli hər birini 1-ə bərabər götürəcəksiniz. Sinus 2x-i 1-ə bərabər götürəcəksiniz. Buradan tutaq ki 2x bərabərdir pi bölü 2 üstəgəl 2 pi alacaqsınız. Bunu evdə özünüz baxın. Baxın görün ki necə eləyə bilirsiniz. Sonra mənə göndərin. Mən görüm ki, hə, düz yazmısınız, səhv yazmısınız. Məsələn üçün, yəni bu formada misalları bir dəfəlik belə öyrənmək lazımdır. Və sonra bunu eləyirsiniz və sonra o cavabların yəni eyni anda bir olması lazımdır. O zaman demək ki, mənə ehtiyac yaranır ki, mən bunları bir növ kəsişdirim ki, ortaq bir həll tapım. Kəsişdirmək əkobdur elə. Kəsişdirmək. Aydındırmı? Kəsişdirmək, yəni birləşdirmək vahid çevrə üzərində həyata keçirmək daha gözəldir. Kəsişdirmək də elə bir ki, ortaq bir ədəd tapmalıyam ki, eyni anda bunu da ödəsin, bunu da ödəsin. Birləşdirmək deyək ki, vahid çevrə üzərində aparıla bilər. Aydındırmı? Deməli, burada da kosinus 10x-i 1-ə bərabər götürəcəksiniz. Onunla da bunu tapacaqsınız. Bu elə yazım. 10x bərabərdir. Xüsusi hal olduğuna görə, kosinus 0 dərəcə 1-i verdiyinə görə 2 pi k yazaq burada. X bərabərdir. Pi k bölünsün 5 yaza bilirik. Doğrudurmu? Gəlin elə mən yazımda yaxşı. Deməli, burada mən bayaq elədiyim qayda ilə tapmalıyam. İndi nə tapacağam, necə tapacağam? Məsələn, pi-dan pi-k bölü 5 mənim üçün maraqlıdır. Doğrudurmu? Məsələn, burada pi bölü 4 almışdım. Pi bölü 4-dən burada 0-dır. Yəni, bunun mən nəyini götürəcəm pi bölü 4-dən 0-da? Yəni, kim deyər? Əkib olaraq müəllim. İndi əkib olaraq götürə bilməyəcəksən. Pi bölü 4 qalır, orada da heç nə yoxdur. Neyniyəcək? Deməli, biz pi-dan... Pi bölsün 4-ü 1 götürürük. Yəni, digərində də pi-k ilə əlaqəsini götürürük. Bunu tapa bilsək, buna baxaq. Bayaq elədiyimiz kimi pi-k bölü 5-i çölə qoyduq. Və əkop burada qalacaq nə? Qalacaq 5-də 1. 5. Yox, 5. 5 qalacaq. Burada da olacaq 1. 1. Düzdürmü? 5 1-dən də 5 çıxacaq. 5-ə də gedəndə pi-k olacaq. Deməli, biz elə bir ki, onun dövrünün pi-k olacağını təxmin edirik. Belə olur. Məsələn, əkobun daxilində 5-ə vurmaqla, yəni kəsirdən azad eləməklə tapmaq olar, yoxsa düzgün deyil eləmək? Bir də deyin, necə eləmək? Məsələn, əkоб pi-k bölü 5-i 5 pi-k və pi-k şəklində yazmaq doğrudurmu? Yəni kəsirdən azad eləmək, yoxsa əkobun daxilində bunu eləmək doğrudurmu? Hə, niyə doğru deyir ki? Siz qaydanı pozmursunuz ki, məsələn, baxın, tutaq ki, əkob, məsələn, 20, məsələn, deyirəm 30. Siz burada hər ikisinə vurulan ədədi çölə qoya bilirsiniz. Siz 5-i qoyun çölə, istəyirsiniz 10-u qoyun çölə. Yəni, o sizə sərbəstdir. Siz burada əkob, yerdə qalan 2, 3-ə baxırsınız. Əkob 2, 3-də 6-nı verir. 6-nı da ona vurursunuz 60. Doğrudan da bunun əkobu 60-dır. Yəni, burada heç bir qəbahət yoxdur. Yəni, əkobun xaricinə, əbobun xaricinə istədiyiniz vuruğu çölə qoya bilərsiniz. Yəni, burada problemimiz yox. Deməli, indi burada gəlin bu misalı yekunlaşdırmağa çalışaq. Məsəl üçün, biz nə gördük? Əgər tutaq ki, götürmüşük cavaba, məsələn, bir dəqiqə, cavaba götürmüşük pi bölü 4, üstəgəl pi-k demişik.
Məsələn, tutaq ki, mən şübhəliyəm də ki, bəlkə ödəmir. Mən məsəl üçün misalımız nə idi? Misalımız kosinus 12 üstəgəl sinus 2x bərabər 2. Əgər mən gətirsəm pi bölü 4 qoysam yerinə, əgər bu alınmazsa, demək mənim pi bölü 4-ün rolu yoxdur axı burada. Aydındırmı? Məsələn, mən pi bölü 4-ü bura qoydum tutaq ki və görüm cavab alınacaqmı, bura 1-i verəcəkmi? Məsəl üçün, x-in yerinə pi bölü 4 qoyanda nə olacaq? Onunla ixtisar gedəcək, 5 pi bölü 2 olacaq. Kosinus nə olacaq? 5 pi bölü 2 olacaq. Doğrudur. Sinusda da pi bölü 4-ü yerinə qoyanda birdən yanlış yazanda bəzi şeyləri siz deyin. Yəni, çünki ola bilər ki, mən hesablamada bir tələskənliyə yol verərəm, nəyəsə səhv yazarım. Bunu da düzəldək. 2 vurulsun pi bölü 4-dən də pi bölü 2 alındı mı? Alındı. İndi burada, bu buranı da götürüm. Tamam, buranı da silək belə. Aha, bundan sonra hesablayanda bu 2-ni verəcəkmi? Baxaq, yoxlayaq. Deməli, sinus 5 pi bölü 2. Əslində bu... Müəllim, Hə. niyə ora sinus pi bölünsün 2 yazdınız? Pi bölü 4-ü qoydum yerinə. X-in yerinə pi bölü 4. Məsələn, mən cavabda pi bölü 4 üstəgəl pi alıramsa. Hə, bəli, Doğrudur. bəli, bildim. Hə, onu qoymalıyam, yerinə Bəli. də baxmalıyam ki, görüm nə olacaq. İndi pi bölü 4-ü qoydum yerinə. Baxaq görə 2-ni verəcəyim. 2-ni versə demək pi bölü 4 mənim cavabımda olmalıdır. Mən hər şey düzgün getmişəm də. Məntiq bunu söylüyor. Məsəl üçün mən indi 5 pi bölü 2-dir burada. Düzdür. 2 pi üstəgəl 2 pi üstəgəl pi bölü 2 də yaza bilərsiniz. 2 pi üstəgəl pi bölü 2 də yaza bilərsiniz. Çevirmə dövrünü tullaya bilərsiniz. O da Kosinus 90. kosinus pi bölü 2. Kosinus 90 neçəni verir? 0. Yəni sinus 91 verir. Fikirdən alınmadı. 0. Hə, alınmadı. Səbəb nədir sizcə? Burada pi bölü 4 üstəgəl pi k-nın, burada pi k bölü 5-in olmasında səbəb vardır. Düzdürmü? Yəni səbəb buradadır da. Pi bölü 4-ü burada heç nə yoxdur deyə biz buradan heç nə götürə bilmədik. Bəlkə elə 0 kimi qəbul edib pi k-nı götürməliyik cavaba. Əgər həqiqətən də cavabı pi k kimi götürmək lazımdırsa, onu da yenə yoxlaya bilərsiniz. Tam bunu indi siz özünüz çıxardacaqsınız. Mən sadəcə bir fikir olaraq irəli sürdüm. Yuxarıda nəyisə izah elədim. Burada bu misalı sizə tövsiyə edirəm ki, siz baxasınız. Məsəl üçün geri dönüş eləyəsiniz. Baxaq görə necə olacaq. Məsələn, pi k kimi cavabı götürmüşəmsə, mən yerinə qoyanda 10 pi k alıram. Bu da tullayanda kosinus 0 dərəcə olur. Kosinus 0 dərəcədə 1-i verir. Yəni pi qoydum. Sinusun yerinə qoyanda nə baş verir? 2 vurulsun pi, yəni 2 pi olur. Burada nə verilmiş olur? 0 verilmiş olur. Yəni burada nəsə bir qaranlıq bir məqam var. Ya hesablayarkən xətaya yol vermişəm, ya sonucuda cavabı tapanda xətaya yol verirəm. Oldu mu? Desəz ki, bunun bir yolu da var, bərabərləşdirmə yolu. Bəlkə bunları bir-birinə bərabər götürmək lazımdır. Və yaxud da elə bir misal ola bilərmi ki, eyni anda bu mümkün deyil. Bu da 1 olsun, bu da 1 olsun. Bəli, mən də onu deyəcəkdim. Bəli. Bax, belə olan hallarda biz nə deyəcəyik? Biz deyəcəyik ki, bu misalın, belə misalın həlli yoxdur. Eyni anda əgər buna baxarsınız, sonra geri dönüş edib mənə deyərsiniz. Yəni özünüz baxarsınız, son qərarınızı verərsiniz. Mənim həlli yoxdur. Bu belə. Aydın oldu. Deməli buna diqqət edirik. İndi gəldik şeyə. Bəzi məqamlarda məsəl üçün bilmirik ki, köməkçi bucaq daxil etmədən işləyək, yoxsa tangesemi keçək. Bunu necə biləcəyik? Nəyə diqqət edəcəyik? Deməli, bir hal bildiniz. Yəni xüsusi olaraq bu da eyni anda 1 olmalıdır, bu da eyni anda 1 olmalıdır ki, cavab 2-ni versin bu. Əgər olsa ki, məsələn sinusdan, kosinusdan söhbət gedir. Məsəl üçün belə deyək də, tutaq ki, 1 böl məsələn kökdə 3 sinus x verdi. Məsələn üstəgəl tutaq ki, kosinus x verdi. Əgər sağ tərəfi 0 versə, buna deyirik ki, nə? A sinus x üstəgəl b kosinus x bərabərdir 0 vermirsən mənə. Bu belə tənliklərdə 0 olan, bu tənliklərdə yəni bu cür şəkildə olan tənliklərdə mütləq kosinusa bölün, tangesə keçin. Kosinus x-a bölün, tangesə keçin. Kosinus x-a bölsək, birbaşa yazsaq, olacaq 1 böl kökdə 3 tangens x
Doğrudurmu? Kosinus x'i də kosinus x'e bölsəz 1, 0'ı da zaten böləndə 0 və tangens x bərabərdir. Deyək ki, mənfi 1 sağ atırıq, sonra olur nə? Mənfi kökdə 3. X nə zaman mənfi kökdə 3? Bunları özümdən verirəm. Yəni misal olaraq, yəni öncədən düşünüb bunu, yəni verirəm ki, yəni bu cür hallarda nə edəcəksiniz? Baxın, deməli x kökdə 3'ü 60 dərəcədə alırmı? Deməli biz bura nə yazmalıyıq? Bəli, mənfi pi bölünsün pi 2 bölü plus pi k. Bəs bu bunun cavabı olacaq. Yəni siz cavabı həmişə belə görəcəksiniz. Yəni bu formada. Amma indi bunun bir dənə də fərqli forması 0 olmazsa, yəni hansısa bir başqa ədədə bərabər olsa, bax o zaman siz Bəli, nə? müəllim, elə sual var belə. Müəllim, Beş ona saat, aid bir sual 14-cü verə bilərəm. Niyə vermirsiniz ki? Verin. 12 Sayfada kosinus olmalı. 2x Qoy yazın bir dəqiqə. 12 kosinus 2x. plus 5 sinüs 2x Bəli. bərabərdir 13. Baxın. Müəllim, burada 3 Hə. bucaq qaydasına görə 12 ilə 5-in kvadratı 13'ü verir. Burada Bəli. nəsə vardı, amma tapa bilmədim. Nə var, bəs nə? Baxın, demək Əgər bərabər belə olsa halda da- bizim kosinusa bölməyimiz doğru deyil. Yəni əgər a sinus x üstə ya b kosinus x sıfırdan fərqli bir ədəd veribsə, bizim burada işimiz köməkçi bucaq daxil etmə düsturudur. Köməkçi bucaq daxil etmə düsturu, əgər həqiqətən də baxın bu cür misallarda bunun kvadratı və üstəgəl bunun kvadratı, əgər bunun kvadratını verirsə, düzbucaqlı üçbucaqdırsa, bu zaman özü sizə belə verəcək də. Bu zaman biz normal şəkildə nə edəcəyik? 13'ə böləcəyik. Bir sözdən 13'ə böləcəyik. Nəyisə bölürük ki, nəsə tapaq da. Düzdürmü? Deməli 12 böl 13 kosinus 2x üstəgəl 5 bölünsün 13 sinus 2x bərabərdir 1'ə gətirəcək. Artıq özünüz dediniz ki, bir növ belə başa düşürük də, a kvadratı üstə ya b kvadratı bərabərdir c kvadratı olarsa, o zaman bizim işimiz elə 13'ə c-yə bölməkdir. C-yə bölürsünüz. C-yə böləndə bu düzbucaqlı üçbucağın tərəfləri olmuş olur. Məsəl üçün, tutaq ki, bura bir alfa götürsək, bura nə bilim 12 qoysaz, bura 13 qoysaz, bura 5 alınır. Və siz sonra kosinus 2x'in böyrünə sinus alfanı yaza bilirsiniz. Amma qıraqda yazmalısınız ki, sinus alfamız 13'də 12'dir. Sinus alfamız 13'də 12'dir. Yəni bunu yazacaqsınız. Sinus alfanı 13'də 12 kimi götürəcəksiniz. 13'də 12'nin yerinə sinus tutaq ki, alfa qoyacaqsınız. Oldu mu? Buna deyəcək köməkçi bucaq daxil etmə düsturu. Gəlin baxaq görək ki, nə yazacaq. İstəyirsiniz y qoyaq. Yəni x olduğuna görə y qoyaq. Sinus y çıxılsın, vurulsun, kosinus 2x üstəgəl. Onda 13'də 5'ə nə yazacağam? Əgər bu y-dirsə. Kosinus. Kosinus y. Aha, kosinus y vurulsun, sinus 2x yazacağam. Bu da Bərabər. sinüs y ilə 2x'in cəmi. Bəli, buradan yazacağım 2x üstəgəl y, onun fərqi yoxdur, bərabərdir 1. Bundan sonra baxaq nə edirik? 2x üstəgəl y-imiz. Məsələn, nə zaman 1'i verir? Nə zaman 1'i verir? Pi bölünsün 2 plus pi k. 2 pi k. Yəni 90 dərəcədə. Yox, sinus Bəli. 90 dərəcədə 1'i verir. Deməli, bir növ 90 dərəcə. İndi burada bizdən əslində nə soruşur? Yəni burada nəsə soruşmalıdır, bir şey soruşmalıdır. Yəni x-i tap deyir, düzdür? Tamam. Tənliyini həll edin. Hə, tənliyi həll. Hə, onda biz buraya yazdıq, tutaq ki, nə yaza bilərik? Mənim cavablar arc tangeslərdir. Buradan tangensə necə Deyəcəm. Çünki tangensə keçid baş verməlidir ki, biz bunu həll edək də. Məsəl üçün biz bunu fikirləşirik ki, 2x üstəgəl 1, 2x üstəgəl y daha doğrusu bərabərdir 90 dərəcə ola bilər. Məsələn, tutaq ki, mən bunu fikirləşirəm ki, bunu 90 dərəcə götürüm. Baxaq görək nə olur. Mənim məqsədim burada belə deyək də x ilə y arasında əlaqə yaratmaqdır. Y bərabərdir 90 çıx 2x yaza bilirəm. Bir əlaqə yaratdım. Bundan sonra bu əlaqəni tangensə dönüşdürmək vaxtıdır. Yazırıq belə bir şey. Deməli, tangens kvadratı x bərabərdir 1 çıx kosinus 2x bölünsün 1 üstəgəl kosinus 2x.
Düzdür? Aha. Əgər bunu yazdımsa, indi bundan sonra yerinə qoya bilərəm də, kosinusu tapa bilərik də. Məsələn, sinus 2x. Məsələn, bu gəlin burada biz bir dənə səhvə yol vermişik, yoxsa yol verməmişik? Yox, verməmişik. Burada 90-2x var da. Düzbucaqlı üçbucağa baxın. Düzbucaqlı üçbucaqda y nədir? 90-2x-dir. Yəni y-in yerində 90-2x dayanıbdır. Yəni mən indi burada Sinus aha, y bərabər 90 minus 2x biz hər tərəfini məsələn sinusdasa belə bir şey eləyə bilərik. Sinus y bərabərdir kosinus 2x almaq olar. hər tərəfi Mənim bir də bir söz deyə kosinus deyə bilərəm. bilərik. Bəli. Deyil. Bu sinus Biz da. orada Hı. əgər y-ə deyiriksə 90-2x. Onda o birisi bucağımız elə 2x olacaq. Oradan biz elə hamısını tapa bilirik də rəqəmlərlə. Düzbucaqlı üçbucaqda. Bəli. Yuxarı təpə bucaq qalıb. Hə, ora nə Orada olacaq? 2x. Orada 2x olacaq. Bəli. Orada 2x olacaq. Cəmi 90 verməlidir bizə Aha, çünki doğrudur. 2x 90. Cəmi Onda biz 90. 2x-ə görə tapa bilirik. 2x-in qabağındakı məsələn 5-in 13-ə nisbəti Bəli. olacaq sinus. Yox, cavablar tangensdən verildiyinə görə, cavabların tangensdən verildiyinə görə belə bu yoldan istifadə edib Tangens 2x-də tapa bilərik də. Tangens 2x nəyə bərabər olacaq? tangens 5 2 bölünsün 5 12. bölünsün 12. tangens 2x-də tapa. Arc tangens 12-də 5 var cavabda. Yox, arctangensə verilib cavablar. Məsələn, arctangens 13-də 5 plus pk. Əgər Onu biz deyirəm də 12 bəli, əgər biz 12-də yazsaq 5 yox. tangens 2x bərabərdir 5 böl 12 yazsaq 2x bərabər olacaq arctangens 12-də 5 Bəli. O da üstə 2-də pk. Buradan da x bərabərdir 2-də 1 arctangens olacaq. 5 plus pk bölü 2. Var cavabda Zeynəb müəllimə. Hansı sualdır ki mən bilmirəm. Bölünsün. Test 9-da ikinci sualdır. Burada 2-də 1 arctangens 12-də 3 plus pk bölünsün 2 var. 2-də 1 nə? Arctangens 12-də 3 plus pk bölünsün 2. Amma niyə 12-də 3 yazıblar? Bilmədim. 2-də 3. O səhv düşə bilər. Bəli. 12-də 3 olsaydı ixtisar edib 4-də 1 yazardı. Hə, orada ixtisar edib 4-də 1 yazardılar da. 2-də 3 əvəzinə 4-də 1 yaz. 2-də 1 var da orada. Bəli, bəli. Hə, o da biz mən məsəl üçün əslində belə düşünürdüm ki, belə də gedə bilərik. Buradan da əslində ala bilərik. Məsələn, burada mən sinus 90-2x Amma mənim cavab deyəsən bir dəqiqə baxım. baxın. Cavab C variantı eləyibdi. Nə C variantında da yazır arctangens 5-də 1 plus pk. baxaq görək ki, nədir bizim səhvimiz nədədir, bəlkə səhv edirik. Deməli, burada 90 çıxılsın 2x yazsaq sinus y bərabərdir eyni şeyə gəlir də kosinus 2x-ə gəlir, çıxır. Sinus y-imiz kosinus 2x-ə bərabərdir. Doğrudan da onda o düz gəlir də. Onda düzbucaqlı üçbucaqda düz gəlir də o. Bu da düz gəlir, düzdür? Onda tangens 2x-ə çevirdik biz. Tangens Bu qoyanda düz gəlir əslində. Sinus y-in yerinə qoyanda məsələn 13-də 12, birdən 13-də 12 çıxanda Hansını da 13-də qoyanda? 1. Harda yerinə qoyanda? Sinus y-in qiymətini, sinus y-in qiyməti axı bizdə var. Onun qiymətini kosinus 2x-in yerinə yazanda tangens kvadrat x-də. Hə, tangens kvadrat x-də yerinə yazsaq. Bu dairəyə aldığımda Bəli. orada yerinə yazsaq nə alınır? Kosinus 2x-in cavabı neçədir? Qoy bunu hələlik buradan götürək. Sinus y 13 bölünsün. Dəqiqə neçə aldıq bayaqlara? Sinus y tapmışdıq. 12 bölü 13-də 12 12 yazmışdıq. bölünsün 13. 12 bölü 13'dür, bəli. 12 bölü 13'dür. Əgər biz burada yerinə qoysaq, tutaq ki, burada olacaq 1 çıxılsın, kosinus 2x-də olursa, 12 bölü 13 13-də bura, 25. düzdür. 5-də 1 alınacaq da kvadratından. Bu da üstə gəl 12 bölü 13. Yəni burada 13'ləri atsaq, 1 bura alınır.
Bu da 25'də 1 alınır. 25'te 1 alınır. Onda tangens Tanesi ise burada prosta kvadrat alınır da, düzdürmü? Kvadratsız onsuz da yaza bilirdik də, kvadratsız kökdə yaza bilirdik. Kökdə yazanda bu 5'də 1 olur. X bərabər art tangens 5'də 1 üstəgəl pi k. O idi də C variantı cavab. Bəli, bəli, bəli. Mən onsuz da elə gedirdim. Siz mənə qoymadınız. Adətən bu tiplərdə bu formada gedirik. Amma indi bir şey var, çox maraqlıdır. Sizin dediyiniz formana da baxın ki, o niyə olmur? Eləcək cavabda. Gəlin bir dənə də ona fikir verim. Görək o niyə olmur. Olmalıdır müəllim əslində. Əslində əgər nəyisə düz gəlirsə olmalıdır, amma məsəl üçün fərqli cavab alınmamalıdır da. Onun düzəlişinə baxaq. Biz bayaqları nə etdik əslində? Tangens 2x-i oradan tapdıq. Düzdür? Bəli. Tangens 2x nəyə bərabərdir? Tangens 2x-i şeydən tapdıq da, düzbucaqlı, üçbucaqlı, qarşıdakı katetin, bitişik katetin. Amma tangens 2x-in biz 2x bərabərdir götürdük. Deməli, tangens 2x bərabərdir nə olmalıydı? 13'də, burada 13'də yox, 12'də 5. 12'də 5. Belə götürdük də, elə deyib, bir dənə baxın. Düzbucaqlı, üçbucağımız 5 böl 12. 5 böl 12. Aha. Buradan da 2x bərabərdir götürdük, amma cavabda yoxdur. Cavabda olmadı. Əgər bunu Olmaz da müəllimə. olmaya da bilir də. Səhvlik var orada. O qaydada səhvlik var. Yox, bununla cavabı aldı. Ola bilər ki, hansısa formada da biz başqa cavab alırıq, amma bu cavablar eyni cavabdır. Sadəcə onu olaraq dediyim kimi belə göstərilir. Elə ona görə mənim 12'də 3 yazıblar. 12'də 3 ola bilər. 12'də 5 olsaydı biz aldığımız cavab olacaqdı, amma 13'də 3 yazıblar. Ona görə demək ki, o variant olmamalıydı. Bəli. Yəni buna özünüz bir də baxarsınız. Yəni normalda elə bu formada getmək lazımdır. Tangens kvadratının dərəcə azaltma düsturu. Bir də belə bir şey düşünmək olarmı? Bir dəqiqə fikirləşək. Sinus y 13'də 12'dir. Tangesin kosinusdan əlaqəsini yaratdıq, amma tangens 2x oradan bizə baxır. Tangens 2x'i açsaq 2 tangens x bölünsün 1 çıx tangens kvadratı, onunla da müəyyən cavaba gəlib çıxmaq olar. Yəni ola bilər ki, cavab ola bilər. Bir dəqiqə fikirləşək. Tangens x 5'də 1'dir. Ola bilər. Elə bir dərəcə ola bilər ki, tangens x 5'də 1'i versin və onun 2 qatı olan bucaqda isə cavab 12'də 5'i versin. Ola bilər. Belə bir cavab mümkündür və sadəcə bunlar cavabı bundan götürüblər deyə biz onu indi o birisi yolla gəlib buna çıxa bilmərik artıq. Yəni baxırıq ki, görürük yox, nəsə düz gəlmədi. Demək burada bu dərəcə azaltma düsturundan istifadə olunub və cavab alınıb. Yəni belə məntiqli olar. Aydındırmı? Yəni çünki biz elə dərəcələrdir ki, biz onu konkret olaraq neçə dərəcədə 5'də 1 və yaxud da məsəl üçün həmin dərəcənin 2 qatında 12'də 5, amma kalkulyatordan baxıb görə bilərsiniz ki, məsələn tangens neçə dərəcədə 5'də 1 verir. Sonra da məsələn həmin dərəcənin 2 qatında cavab görən 12'də 5'i verirmi? Yəni bunu kalkulyatordan baxmaq olar. Aydındır? Yəni olarsa demək ki, cavabları sadəcə olaraq bu formada art tangens 5'də 1 üstəgəl pi-k'dan götürürlər. Bu birisində də səhv deyil. Yəni o qiymətdə də x-a eyni qiymət verəndə, yəni gəlir cavab düz çıxır. Başa düşdünüz mənə nə demək istəyirəm? Kosinus 10x bərabərdir. Bərabərdir yox. Üstəgəl sinus 2x bərabərdir 2 tənliyinə. Jalə müəllimə yazdı. Düz yazdığına görə elə bunu şey eləyək. Düzdür, bəzən bərabərlik formasında da götürmək olur. Məsəl üçün tamamilə doğrudur. Tutaq ki, biz bayaqları almışdıq kosinus 10x-dan x bərabərdir pi k böl 5. Səhv eləmirəmsə, buradan da sinus 2x o da 1'i verməli idi. Deməli, oradan da nə almışdıq? Pi böldü. Pi bölünsün 2 bölün pi. 2 pi. Pi böldü. 2 böləndə 4. Bəli. Məsələn, belə bir şey də eləmək olur əslində. Məsələn, buna bir başqa hərf qoyaq, doğrudur. Biz bunları bərabər də götürə bilirik. Yəni, bərabər götürsəz, yəni çünki eyni anda verməlidir axı, o bərabərlik yaranmalıdır. Biz buradan da bir nəticəyə şey eləyə bilərik.
Jale müəllimə tam düz fikirləşir. Deməli, burada 5-də k bərabərdir 4-də 1 üstəgəl n alır. N alır. 4-də 5. Bir dəqiqə. Burada nə? 4-də 1. Belə. Deməli, burada Mənim 5-ə də vuranda 5-ə də tək vuranda qalsın. O da k bərabərdir. Olur 4-də 5. Düzdürmü? 5. Üstəgəl 5 Bəli. olur. 5 olur. Məsələn, bu 5-in onsuz tam ədəd 5 olmalıdır. tam ədəddirsə, k da tam ədəddirsə, bu 4-də 5 mane olur. Demək ki, burada bunun həlli yoxdur. Amma əsas odur yolu bildiniz ki, bəli, biz -2 də olsa, bura -1, bura -1 olacaq. Müsbət 2 adətən o sərhədi verir də, qosinus alfa üstəgəl sinus alfa. Əgər 2 və -2 verirsə, təbii ki, o sərhəd verir. 3 olsa isə nə olacaqdı? Ümumiyyətlə həll yox idi də, doğrudurmu? 3 olsa, 2-dən böyük ədəd olsa, ümumiyyətlə onu həll eləməyə dəyməz. Ona görə də boş çoxluq bu misalın doğru cavabıdır. Yəni mütləq əkoba getməyə də ehtiyac yoxdur da. Yəni mən məsəl üçün sadəcə olaraq əkob yolunla da deyirəm ki, belə də eləyə bilərsən, bu formada da eləyə bilərsən. Bunları birləşdirməkdə sonucu, yəni bu formada. İndi olsaydı başqa bir şey mənası olan, ona mən əkobdan elədiyim qaydalar çox gözəl idi. Nəticəni alacaqdım. Sonra nəsə Mənim deyəcək? məsələm kosinus alfa ilə kosinus alfa böl 2 olsaydı bəlkə. Hı. Məsələn, kosinusun 1 alan qiymətində alfa 1 olanda, məsələn, sinusda 90 olardı. Çünki Bəli. onda kosinus 0-da 1 olanda, Bəli. məsələn, sinusda 90-da 1 olur. Bir də Elə bir tənlik qurmaq olardı da. Onda uyğun olardı. bəli. Bir də bir dənə bir şey deyim. Məsələn, keçən dərsimizdə biz məsəl üçün sinus 3x 3x yox, 3-də 1x idi, yoxsa 3x idi? Bir dəqiqə fikirləşim. Deyəsən 3x idi. Sinus 3x bərabərdir. Yadımdan çıxıb tam olaraq nə idi? Yəni məsələn Mənim deyək. tangensimdə də yazdım. Tangens 2x, tangens 2x belə bir şeylər yazdıq. Hə. Elə bir şey. Yəni orada məsəl üçün tutaq ki, bu 3-də 1-dir də. Məsələn deyir 0-2 pi aralığında məsələn deyək də, 0-2 pi aralığındakı həllini tap. Bunu siz yəni şeydən eləyə bilərsiniz. Mən tapdım sinus 2x, 3 sinus 2x. Hə də Beləsi var. ya, fərqi yoxdur, nə olur olsun. Məsəl üçün indi mən bunu tapmaq üçün 3-də 1 birinci sinus 3x məsələsi var. Bunun qrafikini necə qururuq? Bunu möhkəm yadda saxlayın. Bunun qrafikini quranda dövrə baxırdıq. Dövr burada 2 pi bölü 3-dür. 2 pi bölü 3-dür. Yəni 2 pi bölü 3 nə deməkdir? 2 pi bölü 3 120-də. 120 dərəcədən 1 hər şey təkrarlanır deməkdir. 120 dərəcədən 1. Demək ki, qrafik elə yığılıb Yəni da. pi bölü 3 olmur. Yox, 2 pidir. Sinusda dövr axı 2 pidir. Kosinusda, sinusda kvadrat olmasa. Kosinusda 2 pi, amma sinusda pi olurdu axı. Yox. Sinusun sadəcə 1 və -1 qiymətində 2 pi olmurdu. Yox. Yəni siz k-ya bölürsüz. Bax, buradakı 3 x-in əmsalıdır. Ona bölürsüz. Sinusun normal dövrü, biz sinusoidi qrafikini qurmamışıqsa da, yəni mən YouTube-da yerləşdirmişəm. Baxın, 0, pi, burada da 2 pidir. 0-2 pi aralığından sonra eyni şeylər təkrarlanırdı demişdim. Eyni şeylər qayıdırdı, təkrarlanırdı. Doğrudurmu? Aha. İndi buradakı olay nədir bəs? Buradakı olay, məsələn 2 pi bölü 3-dən 1 təkrar baş verməlidir. Nədən sonra baş verməlidir? Deməli, buradakı pi-ni silsək, yəni bunları götürsək, qoy belə təzdən edeyim. Deməli, onda nə olacaqdı? 2 pi bölü 3-dən 1 qiymət təkrarlanacaqdı. Məsələn, tutaq ki, necə gedəcəkdi? 2 pi bölü 3-dən sonra qrafik yığılacaqdı da. 3-ə vurmaq nə deməkdir əslində? 3-ə vurmaq yığılmaq deməkdir, düzdürmü? Grafikin yığılması anlamına gəlir. -1, -1 dəyişmir. Qiymətlər çoxluğuna onun təsiri yox. Oldu mu? Gəlir. Sadəcə olaraq 2 pi bölü 3. Məsələn, tutaq ki, kim mənə deyər, bu nöqtəyə nə yaza bilərəm? Bu nöqtəyə. Heç kim bilmir. Sinus y bəbli Yəni sinus sıfırda aldıq. y bəbli sinus pi 3x-in olur. baxın y bəbli sinus 3x-in qrafikini qururam.
Məsələn, biz normalda 90 dərəcə verəndə 1 almırdıq. İndi onun 3 dəfə kiçiyini qoymalıyıq. Yəni 30 dərəcə qoyanda. Demək, bura 30 dərəcəyə qalır. 30 dərəcəyə düşür. Baxın, bura 30 dərəcə olur. Deməli, 30 dərəcə qoyanda geri qaytaraq. Necə? 30 dərəcəyə qoyduq. Deməli, burada aldı. Məsəl üçün, fikir verin. Sinus 180 dərəcədə 0 verirdi. Biz indi onu 180-də 3 dəfə kiçiltdik. 180-də 3 dəfə kiçiləndə neçə? 60 dərəcədə. Fikir verin, bura 60 dərəcə olur. Fikir verdiniz? Yəni, necə dəyişilir? Deməli, 120 dərəcə burada olacaq. Bax, 120 dərəcə burada olacaq. Yəni, qrafik artıq 120 dərəcədən bir dövrün təkrarlanması şəklində qurulacaq. Onda belə çıxır ki, 3/1 də belə bir düz xəttdir. 3/1 bu düz xəttdir də, yəni 1-dən kiçik. 3/1 düz xəttdir. Y/1 3/1. Bunun biz indi burada qrafiki davam elətdirsəm, yəni eyni şəkil çəkməliyəm də, düzdürmü? Gəldi bura, dayandı burada. Yenə 240 olacaq bura. Fikir verdiniz, 240 olacaq. Əgər 360-a qədər bizə deyibsə ki, bax buna, mən indi bir də davam elətdirməliyəm də, düzdürmü? 240-ın üstünə 120 gəldi, yəni bir dənəsi də davam eləməlidir. Bir dənəsini də tutaq ki, bununla davam eləyək. Bununla da davam elədik, gəldi, burada 360-da qutardı. İndi fikir verin, bu biraz yuxarı qaldıraq, çünki 3/1 aşağıdır. İndi nə baş verdi? Bu Y/1 3/1 düz xətti. Görün neçə yerdə kəsdi? 1, 2, düzdürmü? 3, 4, 5, 6 nöqtədə kəsdi. Demək, bunun 6 dənə həlli var. Həmin aralıqda, 0-2 pi aralığında. Bunun qısa yolu bilirsiniz nədir? Qısa yolu. Bu 2 pi çərçivəsində baxdığımıza görə, məsəl üçün, bu 2-nin 3-ə vurulmasıdır, baxın. Bu 2-nin 3-ə vurulmasıdır. Yəni 2-ni 3-ə vururuq, 6 dənə kök var. Orada 5 olsaydı, 5-i 2-yə vuracaqdım, 10 dənə kök var deyəcəkdim. Neçə olsa 4 olsa 4-ə vuracaqdım. Başa düşdünüz? Yəni o qayda var. Amma yəni qrafik formadan siz rahat şəkildə bunun, amma yəni bunu da deməyə özümə borc verdim ki, baxın 120 dərəcədən bir təkrarlanır. Ona görə burada 6 kök çıxır. İndi tangesi də tangesini öz qrafikindən elə bilərsiniz. Tangesdə nə baş verir? Məsəl üçün, tangesdə də öz grafikində baxsaz, məsəl üçün, tangesoid qrafikində baxsaz, indi tangesdə də elə şeylər baş verir. Məsələn, tanges 2x-dir, məsələn. Niyə yazılmadı? Nəysə, tanges 2x-dir. Məsələn, bərabərdir, tutaq ki, 5. Məsələn, atıram da, 5. Məsəl üçün, neçə kökü var, onu axtarırıq. Neçə kökü var. Təbii ki, tanges 2x-da nə baş verəcək? Yəni, bu da 2 dəfə y oxuna sıxlaşacaq. Onda belə çıxır ki, bayaqdan bizdə mənfi pi bölü 2, pi bölü 2 arasında alırdıq da, doğrudurmu? İndi burada neçə an arası alacaq? Yəni, Şaquli asimpotları nə olacaq bunun? Kim deyər? 90 yoxsa 45? 45 dərəcə. 45. Yəni, bir növ dövrü də dəyişir. Yəni, dövrünə görə yazılır. Məsələn, tanges 2x-in dövrü nədir ki? Pi bölü 2-dir də, düzdürmü? Yoxsa 45-dir. Tanges 2x-in dövrünü kim deyər mənə? Pi bölünsün 2. Aha. İndi mənim ora 45 dərəcə yazmağım doğrudur yoxsa yanlışdır? Yanlış olur. Əslində yanlış olur. Bəs yaxşı, 45-i qoyanda yerinə tanges 90 dərəcə olur. Tanges 90 dərəcədə cavab var? Xeyr. Cavab yoxdur. Bəs dövr deyir ki, çünki dövr əslində nə baş verir? Baxın, deyək ki, biz buradan bura neçə dərəcədir? 90 dərəcə. Amma əvvəl neçə dərəcə idi? 180 dərəcə. Biz 180-i 2-yə bölürük, dövrü 90. Dövr budur da, dövr mənfi 45-dən 45-in arasıdır. Yəni, həmin şəkillər 90 aralığında qurula gedir. Dövr bunu göstərir ki, bəli, siz əvvəl mənfi pi bölü 2, pi bölü 2 arasında qururdunuz. Hal-hazırda quracaqsınız mənfi 45-45 arasında. Yəni, bu da dövrün 90 dərəcə olmaması deməkdir. Daha doğrusu 180 dərəcə olmaması deməkdir. Yəni, dövr düşdü aşağı. Normalda tangesin, kotangesin dövrü pi-də axı 180 dərəcə bir arasında qurulur da qrafik.
Amma indi siz nə qərar verəcəksiniz? 180 yox 90 arasında qurulacaq. Mənfi 45 ilə 45-in arası 90-dır. Oldumu? Yəni budur. Bəs indi burada 5 düz xətti burada neçə yerdən kəsəcək? Bunun qrafikini quranda 45-45-də yəni hər şey baş verəcək də. Nədir onun adı? Düzdürmü? Biz nə dedik? Bunun dövrü əvvəlki dövrü nə idi? Əvvəlki dövrünü qoydum bura. Bunun 0-2 pi aralığına baxırdıq. Düzdürmü? Buradakı biz 2-ni 2-yə vurub onun 4 dənə kökü olduğunu tapacağıq. Fikir verin. 2-ni 2-yə vurub onun 4 dənə. Yəni 0-2 pi 360 dərəcə aralığında bunun köklərinin sayını bu yolla tapa bilərik. Amma gördüyünüz çətinlik çəkirsiniz, qrafikini quraraq oradan da görə bilərsiniz. Aydın? Və yaxud da mən keçən dəfə dedim, məsəl üçün nə edə bilirik? Dövrünü götürürük. Dövrünü götürürük. Nə edirdik? Dövrünü götürürük. Kim deyər? Görüm kim yadındadır? Məsələn, neçə kökü var dediyinə görə 0-2 pi aralığında. Mənim vururduq da onlara. Dövrünü mü vururduq? Verdiyi aralığı vururduq. Hansı aralıqda deyibsə, o aralıqda vurub tapdıq keçən səfər. Və siz dediniz ki, bunu yadınızda saxlamayın. Aha. Mən bilirəm vururam. Mən də onu yadımda saxlam. Hə, 2-ni 2-yə vurur. Məsələn, orada 2-ni 2-yə vururuq. Yəni 2-0-2 pi olduğuna görə. Amma yəni demək istədiyim budur ki, yəni qrafik formadan da siz bunların neçə kökü olduğunu görə bilərsiniz. Təbii ki, mənə indi buradakı maraqlıdır. Bilirsiniz hansı nöqtəsi? Bu da, bu maraqlıdır, düzdürmü? Çünki bu 0-dan başlayır, 2 piyə qədər hara qədər gediriksə, məsələn, ki, beləncik gedir də 45-90 arası. 90 üstə 45-ə 135 buradır. Bunu biraz uzada bilərik. Qoy bunu da buradan götürək, silək. Məsəl üçün bu da geçsin. Aha. Bundan sonra sildim amma qayıtdı. Özüm vurdum. Aha, bundan sonrası nə olacaq? 135-dən sonra nə gələcək? 135 üstünə 90 gələcəksiniz. 135 üstəyə 90 gələcəksiniz. Və beləncikdə qrafik indi biraz pis çəkə bilərəm, amma eybi yoxdur. Belə bu formada. Deməli 135-in üstünə gəldik 90, elədi 225. Düzdürmü? Yəni üstünə bir dənə 90 gələndə yenə də alınır. Düzdür? Yenə də alınır. İndi gəlin baxaq görə neçə dənə kök görürük. Kəsişmə nöqtələri köklərdir. 4 dənə. Gördüyünüz kimi biri burada, biri burada, ikisi də buradadır. Və gördüyünüz kimi 4 dənə kök alınmış oldu. Yəni qrafik formadan da bunu görə bilərik. Vahid çevrə üzərindən də baxa bilərsiniz. Amma təbii ki, vahid çevrə üzərindən sinus, kosinus daha yaxşıdır. Bu da buradan daha yaxşıdır. Yəni bu da bir növ qrafikini çəkərək orada neçə kök olduğunu görmək olar. Qısa yolunu da bilirsinizsə, bəli, ondan istifadə edə bilərsiniz. Yəni mən onu 2-ni 2-yə vururam, oradan 4-ü tapa bilərəm bu formada. Sonra burada 9-da bəzi suallar var idi. Mən bir dənə bəzi suallara diqqət edək. Məsələn, burada belə bir sual var idi. İndi siz şey eləyəndən sonra baxdım. Məsələn, arc sinus 3x bərabərdir arc kosinus 4x. 7-ci sual var. Test 9-un 7-ci sualı. Məsələn, yazır arc sinus 3x bərabərdir arc kosinus 4x. Məsələn, belə sualda Müəllim, burada hər tərəfi sinus asaq. Ya da bəli, sinus asaq. Ən yaxşısı odur. Yəni sinus bölünə yazın və bu zaman bu formada alınsın. Tamam. Bu belə yazandan sonra buradan 3x çıxacaq. Bəs bu sinus arc kosinus 4x Digərdə kök altında 1 çıxılsın 4x kvadrat. Yəni 16x kvadrat. Bəli. Onda onu bilirsiniz. Əgər tam hamı başa düşürsə, ehtiyac yoxdur mən təzədən yazmağıma. Yox, əgər qaranlıq bir məqamı varsa deyim. Yəni ki, bunun səbəbi nədir? Məsəl üçün, çünki biz bilirik ki, sinus arc kosinus a, məsəl üçün kök altında 1 çıxa kvadratıdır. Onda isbatı çox asandır. Arc kosinus 4x-a, məsələn, arc kosinus 4x-a nə deyə bilərsiniz? Tutaq ki, bir alfa deyə bilərsiniz. Doğrudurmu? Buna bir alfa desək, bir növ sinus alfanı tapacağıq. İndi burada arc kosinus 4x alfadırsa, kosinus alfa da bərabərdir 4x-dir. Bu formada başa düşə bilərsiniz bunu və yaxud da tərsinə yazırsınız da kosinus alfa 4x-dir. Birbaşa yazırsınız. Buradan da məsələn sinus alfanı tapmaq lazımdır. Bu kosinus alfadır. Biraz xətt pisləşdi.
Deməli, sinus alfa da bərabərdir. Axı kök altında 1 çıxılsın kosinus kvadratıdır. Ona görə 1 çıxılsın 4x-in kvadratı, yəni 6x kvadratı yaza bilirik. Bu formada yaza bilirik. İndi plus minusdur. Orada alt kosinus plus minusu yazmayacağız. Bəli. Müəllim, həmin testi 9-da birinci sualda ikinci sualı oxşuyur. Amma burada üçbucaq qaydası yoxdur. Yox, bu misal 7-də problemimiz yoxdur, eləmi? Hayır. Hə, yəni bunu bu formada yazandan sonra hər iki tərəfi kvadrata yüksəldəcəksiniz, x-i tapacaqsınız. Amma bir şey bilin. Məsəl üçün, əgər biz cavabı alırıqsa, 9x kvadratı bərabərdir 1 çıxılsın 16x kvadrat oldu da, düzdürmü bu? Burada da 25x kvadratı, yəni x kvadratı bərabərdir 25-də 1, səhv eləməmsə belə bir şey. Buradan da plus minus. Plus minus da kim deyər? Mənfi 5-də 1-i götürəcəm, müsbət 5-də 1-i. Müsbət 5-də 1-i. Səbəb odur ki... Bəli, çünki kosinusun mənfisi elə müsbətə bərabər olur. X Ona görə kökün altındakı ifadə bərabər mənfi olur. Bəli, məsələn, onların belə deyək də, arksinusun qrafikini, arkosinusun grafikini qursaz, görəcəksiniz ki, onlar müsbət tərəfdə kəsişməlidir. Aydındır, müsbət tərəfdə kəsişirlər. Məsələn, bir grafikin üzərində qura bilsəz, görə bilərsiniz. Bir də elə belə şifahi də baxa bilərsiniz ki, müsbət 5-də 1 olacaq. Cavab müsbət olacaq. Əgər nəsə narahatçılıq olsa deyərsiniz, bunu deyərəm. Hə, indi sizin sualınız, hansı sual idi orada? Test 9-da birinci sual. Test 9-da birinci sual. Bir dənə baxım görüm nə idi o. Birinci sual bu tərəfdədir. Kosinus 2x üstə gəl 5 sinus x kosinus x, eləmi? Deməli, kosinus x üstə gəl 5 sinus x vur kosinus x bərabərdir kökdə 5. Yəni Bunu əslində mənim sinusu da 2x halına gətirmək istədiyim. Yəni kosinus 2x plus 2-də 5 sinus 2x. Təbii ki, gətirə bilirsiniz onu. Bu heç. Ya kosinusu açmalıyıq, kosinusu açmaqdansa sinus kosinusu yığmaq daha məsləhətlidir, eləmi? Bəli. Bəs yığandan sonra kosinus alfa üstə gəl sinus alfa alınır. Bəli. Bəli. Oradan da amma üçbucaq qaydası, yəni 1 ilə 2-də 5-in kvadratı kök altında 5-i vermədi. Yazın mən də bir dəqiqə tez-tez yazın. Demək burada olacaq 2-də 5, düzdürmü? Sinus 2x bərabərdir kökdə 5. Bu hər tərəfi 2-yə vuraq ki, bu məxrəc xoşuma gəlmir. Bu belə olsun. 2 kosinus 2x olsun. Üstə gəl 5 sinus 2x olsun. Elə əvvəlcədən 2-ni ata bilərdik. Nəsə olsun belə. 2 kökdə 5. Doğrudurmu? Tamam. Bundan sonra bu cür şəkildə olan tənliklərdə biz hər tərəfi kök altı a kvadratı üstə b kvadratına bölməliyik. Yəni 2-nin kvadratı, bir də 5-in kvadratı. Yəni topladıq, kökə saldıq. Neçə eləyir? 4, o da 25, 29. Kökdə 29 edir. Düzdür? Amma bu da biraz sonra nə edəcəkmiş? O da var. Bəlkə onda belə bir şey eləyək. Kosinus kvadratına bölək. Kosinus kvadratına bölsək, kvadrat tənliyə gələcəkmi bu misal? Sizdə? Kosinus kvadratına bölsən, niyə müəllim? Kosinus 2x açacaq. Kosinus kvadratı çıx sinus kvadratı. Yəni misal belə getmir də. Misalı belə getməyim. Belə gedəndə biraz onu tangensə onda bəli, tangensə əlaqələndirək. Yəni bura misalı belə getməyək. Kosinus 2x-i tangensə keçmək üçün. 2 kosinus kvadratı x çıxılsın 1. Bəli. Bunu elə ki 2 kosinus kvadratı x çıx 1 də yaza bilərik. Bir də kosinus kvadratı çıxılsın sinus kvadratı da yaza bilərik. O indi özümüzdən asılıdır. Bunu qoy yaz belə yazaq da. Kosinus kvadratı x çıxılsın 1. Bu da olduğu kimi qalsın. Bu da bərabərdir qalsın. Əslində bu qalmasın. Niyə qalmasın? Gəlin belə maraqlı bir yol eləyək. Əgər biz bunu kosinus kvadratına bölsək, burada kökdə 5, burada 1 bizə mane olacaq. Gəlin bunu sinus kvadratı yazaq. Bax, bura biz siz nəyə əlavə edək? Kökdə 5 sinus kvadratı x üstə gəl kökdə 5 kosinus kvadratı. Qaydanı pozmadım ki. Vəssalam. Yəni bir dənə də ədəd qalmadı. Hamısı kosinus sinus. İndi bunları əvvəlcə bölməyə tələsməyim. Məsəl üçün
Kosinus kvadratına bölə də bilərəm, yığıb da bölə bilərəm. Bir tərəfə yığıb da bölə bilərəm. Yəni vurgularına ayırıb da bölə bilərəm. Öncədən də bölə bilərəm. Gəlin öncədən böləyərək görə nə olur. Öncədən böldüm kosinus kvadratına. Oldu nə? 2 Müəllim içini oradan sinusu əlavə etdik, amma içini silmədik. hansıdır o? 2 kosinus kvadratı 2 sıxılsın sinus kvadratı x yazmısınız. Oradakı içini silməliydik. Doğru, aferin sizə. Yoxsa bu bizə çətinlik yaradacaqdı, səhv olacaqdı, gedib orada ilişəcəkdi. Buradan kosinus kvadratına indi bölsək, tangens kvadratı burada alınır. Bölək görək, kosinus kvadratına bölürəm. 1 çıxılsın tangens kvadratı, sonra qruplaşdıraram, baxaram görün alınır. Buradan tangens kosinusa böləndə bu kosinus gedəcək, düzdürmü? Qalacaq nə? Kosinus kvadratına bölürəm. Sinus böl kosinus 5 tangens x olur. Bu da bərabərdir. Kökdə 5 sinus kvadratını kosinus kvadratına böldüm. Burada olacaq kökdə 5 tangens kvadratı. Tangens kvadratı x. Burada da üstəgəl kökdə 5 olacaq. Tamam. Burada mən ancaq bir dənə yol şey edə bilərəm. Vuruqlarını ayıra bilərəm ki, rahat gedə bilim. Tangens kvadratından bu tangens kvadratında sağa atsam və kökdə 5 üstəgəl 1 yaranacaq. Bunu mörtəzə xaricinə qoysam, sağ atmışam amma. Buradan belə aldım. 5 tangens x-i da sağa atıram. 5 tangens x. Onda o elə olduğu kimi qalır. Bu belə. Və buradan da kökdə 5 üstəgəl çıx 1. 1-i də sağa atdım. Bərabərdir 0 aldım. Və bundan sonra kvadrat tənliyi əvəz etməklə eləyə bilər. İndi belə suallar nisbətən vaxt apara bilər. Yəni aparır da gördüyünüz kimi. Tangens x-a bir a desəm, tangens x-a bir a desəm, olacaq nə? Kökdə 5 üstəgəl 1 vurulsun a kvadratı eləməyə də bilər. Amma yəni belə deyək, kvadrat tənliyi görək. A üstəgəl kökdə 5 çıx 1. Sərbəst hərfimiz kökdə 5. Məsələn, burada indi kökləri şifahi tapmaq çətin olar. Çətin olar. Düzdür? Çətin olar. Bunu diskriminantla eləyə bilərsiniz. Diskriminantla gəlib kökləri də. Məsələn, diskriminant... Mən sonrası əslində asan gedər. Sadəcə başını bilməliyik. Mütləq tapacaqsınız. Sonra da əvəz etmədə yerinə qoyacaqsınız. Artdan geçsər olacaq. Aydındır. Diskriminantla gedəcəksiniz. A1, A2. Sonra da yerinə qoyan kimi cavabı alacaqsınız. Məncə belə bir şey eləmək olar. Burada belə eləmək olar. Məsələn, bu belə test 9-da əgər məsələn, maraqlı suallardan biri bilsiz hansıdır? Mənim 3-cü suala baxa bilərsiniz. Oradan 2 dəfə kvadrata yüksəldirəm. 3-cü sual. Yanlış mı edirəm? Bəli. Bu bir dəqiqə gəlim ona. Buranı qaldıraq. Deməli, bizə nə deyir 3-cü sualda? Bu kök altında olandır. Kök altında. Bəli, bəli. Kök altında sinus x çıxılsın kosinus x. Amma mən 9-da bayaq siz şey olanda arada fasilədə mən 9-a göz gəzdirdim. Orada bayaq elədiyimiz sualın oxşar tipi də var idi. Məsələn, bu tənliyi həll elə deyirsə, təbii ki, kökün altı sıfırdan böyük bərabər olmalıdır. Bu da onu göstərir ki, sinus x-imiz kosinus x-dan böyük bərabər olmalıdır. Bu, yəqin ki, kökün qaydasından bilirsiniz. Amma indi bunun hər iki tərəfi kvadrata yüksəl. Bunun nə dəxli var deyə bilərsiniz. Bəlkə birazdan dəxli olar, elə belə ağlıma gəldi. Kvadrata yüksəldəcəm mütləq. Kökdən bağlı kvadrata yüksəltdik. Yəni yüksəldəndə nə çıxacaq? Sinus x çıxılsın kosinus x. Sinus x. Bərabərdir 1 üstə gəlsin sinus 2x. 1 üstə gəlinsin, bəli. Sinus 2x, doğru. Sonra mənim bunu da kvadrata qaldırdım ki, sinus iki tərəfdə sinus 2x-dən asılı olsun. Yox, kvadrata bir də qaldırmayaq. Çünki biz bilmirik ki, sol tərəf mənfidir, sağ tərəf müsbət, mənfidir, nədir? Ona görə burada kvadrata yüksəltməyək. Yəni əmin olduğumuz halda kvadrata yüksəlt. Məsələn, burada sol tərəfi köməkçi bucaq daxil edəcək. Baxın, bu köməkçi bucağı zaten bilirsiniz də, sinus x ya kosinus x-da da bilməliyik. Minusunda. Minus olanda x çıx pi bölü 4 yazmalıyıq. Amma bunu bir dəqiqə, bunu belə yazsam, buradan da sinus 2x yox, belə geçsək çox uğurlu nəticə olmaz. Kvadrata yüksəldə bilərikmi? Bir dəqiqə. Kvadrata yüksəltsək. Yəni bunu yüksəltmə ixtiyarımız var mı ki, kvadrata yüksəltmə?
Bayaqki kimi. Məncə də yoxdur ixtiyarımız, çünki cavab alınmadı. Amma dedim o yolla düzgün Yəni burada olardı. sinüs 2x açıb birdən sinüs x-i çıxarsa 1 minus kosinüs x. Ay orada 2 minus kosinüs x alınacaq. İkisindən çıxardanda sinüs x vurulsun 1 minus kosinüs x kimi hesabladım. Sadəcə sinüs 2x-dəki heç şeyi nəzərə almamışam. Ha. Bəli, 2 olmasaydı biraz. Baxaq, bir də baxaq. Görək ki, nə edə bilərik burada. Bəlkə mən köməkçi məsəl üçün bəlkə dəyişəni əvəz etmə eləmək olar ki, dəyişəni əvəz edək, sonrasından sonra baxaq. Məncə daha məntiqlisi budur. Biz onda tapacağıq bunu. Gəl baxaq. Mən dediyim ikinci variantı fikirləşdim. Məsəl üçün belə bir şey eləyə bilərik. Kvadrata yüksəltdik. Bu heç. Kvadrata yüksəltdik. Bura qədər gəldi, çıxdı. Bu əla. İndi mən bəlkə də kvadrata bir dəqiqə fikirləşək. Sinüs x çıx kosinüs x. Bəlkə belə bir şey eləyək. Yaxşı, məsələn bunu silin. Kvadrata Bir dəqiqə. yüksəldəndə Bunu silin. sinüs Bir dəqiqə. Mən öz fikrim gəldi. Yəni fikrim gəlmişkən onu deyim. Sonra siz deyərsiniz. Məsələn, mən belə bir şey deyə bilərəm. Tutaq ki, mən sinus x çıx kosinüs x-i kvadrata yüksəltmədən bir t əvəzləməsi etdim. Amma yenə də fikirləşirəm ki, kvadrata mütləq yüksəltməliyəm. T olsa da, kökdə t olsa da kvadrata yüksəltməliyəm. Yaxşı, tutaq ki, biz belə elədik də, kvadrata yüksəltdik. Bunu buradan götürün. Bu problemimiz yoxdur. Kvadrat yenə yüksəlməlidir də. Burada yüksəlməlidir. Məsələn, mən aldım nə? Sağ tərəfi birinci yazım. Sağ tərəfi yazanda nə alacam? Sinus kvadratı x. Düzdür? Yoxsa? Yenə eyni ümumi halı. Onda mən ancaq belə yol, bir dənə ağlıma da bu gəldi. Məsəl üçün, bu hissəni bir dənə qıraqda oturum bunu eləyim bir dənə. Bax, bu formada. Sinus x çıx kosinüs x-a bir t deyim. Sonra bunu kvadrata yüksəldim. Yəni, zaten bu müsbət ədəddir. Artıq bilirik də kökün altı mənfi olmaz. Kvadrata yüksəldim, görüm nə çıxacaq. Burada sinus kvadratı kosinüs kvadratı 1-i vermir. Buradan da sinus 2x-i verir. Tamam, bir çıx sinus 2x-imiz nə oldu? T kvadrat oldu da. Mən ancaq kökün altını götürmüşəm. Hələ ki kökə baxmıram. Baxıram görüm. Mən burada sinus 2x-i əvəz edirəm. Sinus 2x-i əvəz edirəm. Çünki sağ tərəfdə sinus 2x verəcəkdi. Bayaqları onu eləmişdik axı. Buradan bir çıx t kvadratı aldım. İndi isə elə ki, o kvadrata yüksəltməni yerinə yetirə bilərik. İndi mən elə gəlir ki, daha gözəl olacaq. Biz bunun ən azından sinus 2x-i tapdıq da, nə etmək lazımdır? Kvadrata yüksəldəndə bayaqları sinus x çıx kosinüs x almışdıq da, düzdür? Sinus x çıx kosinüs x t desək. Daha bir də təzədən eləmirəm də, siz başa düşdünüz. Kvadrat zaten üstündə yazmışam. Orada da sağda da nə almışdıq? Bir üstəgə sinus 2x almışdıq da, doğrudur mu? Bax, indi gördünüz, doğru yola gəldi, çıxdı. Demək, bir balaca düşünmək lazımdır ki, yəni dərhal elə belə gedim, baxım görüm alınacaqmı, yox. Gedəndə görürsünüz, geri qayıdıram ki, yəni bu axı tutmayacaq. Ona görə davam eləmək. Amma indi gözəl bir yol tapdıq. Deməli, bir üstəgəl, bir çıx t kvadratı. Tam başa düşdükdə bu hardan gəldi? Bu oldu, kvadrat tənliyimizi qurduq. T kvadratı üstəgəl t, birdən yanlış yazarım, düzəldərsiniz. Çıx 2, bərabərdir 0. Buradan t-mizi tapa bilərik də. Amma tapmaq olmur məndə. Niyə olmur ki, baxa? Diskriminant çünki 2t 0 olur. Niyə ki? Yox, mən oranı müsbət yazmışam mənim. Yox, düppədüz almışıq, kvadrat tənlik gözəl bir tənlik aldıq. Viet kömək elədi bunu tapandan sonra gəldik. Nəyə çıxdıq? Bizə əvəz etdiyimiz yerə qayıtmaq. Amma bizim t-miz 0-dan böyükdür də, artıq hamı bilir də, kökün altından götürdüyümüzə görə. T 0-dan böyüksə mən bunu götürməyəcəm. Doğrudurmu? T-yi 1 qəbul edəcəm. Bura qədər hər şey əladır. Super. Mən indi əvəzlədiyimə qoymalıyam yerinə. Aparıb, çünki mən t-ni elə tapmışam. Buranı biraz belə qaldırıram. Əslində super misaldır. Deməli, sinus x çıxılsın kosinus x-imizlə biz t demişdik, o da 1 oldu. Gəldik buna çıxdıq mı? Allah xeyir versin, bundan sonrası kolay.
Sinus x çıxılsın pi bölü 4 bərabərdir 1 yaza bilərəmmi ki? Yoxsa düsturu düz bilmirəm. Düstur nə idi? Kökdə Müəllim, bu 2. hansı düstur? Kökdə necə a kvadrat üstə b kvadratı kömək. Belə ki 2-də 1-ə vurun. Məsələn 2-də 1 deyirəm. 1 bölü kökdə 2-yə vurun. Məsələn gəlin belə eləyək. Yaxşı, düsturu bilmirik tutaq ki. Düsturu bilmirik. Bu bir dəqiqə bunu silin. Düsturu Müəllim, kvadratı qaldırsa olar. Yox, kvadrat. Kvadrat tutardı. Kvadratlıq işimiz bitdi. Kvadrata qaldırmaq yox, bu kömək, bu 1 bölünsün kökdə 2-yə vuracağam hər tərəf. Düzdür? Sağı da vuracağam da 1 bölü kökdə 2-yə. Su da düsturdur. İndi bura istədiyim şeyi qoya bilərəm. Kosinus 45 dərəcə qoyuram. Kosinus pi bölü 4 yazım da cavablar deyil olacaq. Sinus x olacaq. Düzdür? Bu da sinus pi bölü 4. Kosinus x olacaq. Bərabərdir 1 bölü kökdə 2. Gül kimi almış. Yəni sinusdan kosinusun cəmi fərqi olanda mütləq nə edəcəyik? Yəni bunlara diqqət edəcəyik. Bəli, sinus x çıxılsın pi bölü 4 bərabərdir 1 bölü kökdə 2. 1 bölü kökdə 2. Və bundan sonra bunu da həll edib cavabı alacağıq. X çıx pi bölü 4 qoy yazaq. Yazmışkən pi bölü 4 üstə gəl 2 pi n. Doğrudurmu? Səhv yazıramsa deyil. 2 pi n yoxsa plus minus var idi bir dəqiqə. Plus minus var idi də, düzdürmü? Biz mənfisini götürə bilərik ki, bir fikirləşək, götürə bilərik. Niyə götürməyək ki? Bunun nə dəxli var ki? Amma gəlin ayrı yazaq da. Ayrı yazaq ki, çünki belə misallarda plus minus, ya da yazın plus minus, mütləq yazmalıyıq da. Bu da bərabərdir. Deməli, plus minus olurdu. pi bölü Mənfi 1 üstü k-da. oyda kosinusu yazdım. Pardon. Onda mənfi 1 üstüdürsə, onda ayrı yaza bilərəm də. Mənfi 1 üstü. O bildinizsə mənfi 1 üstü hardan gəlir? Mənfi 1 üstü şeydən gəlir də. Birinci rübdə varsa ikinci rübdə də var da o qiymət. Ona görə də biz elə bir ki mənfini tullayaq. 2 pi n elə ona görə yazmışam. Plus minus kosinus ağlım getdi. 2 pi n elə düz gəlir də. Bəli, ona görə 2 pi n düz gəlir. Düzdür? 2 pi n düz gəlir. Çünki mən burada bu bucağı tapıramsa, bunun rəngini bir dənə başqa eləyək. Bu bucağı tapıramsa, məsələn, pi bölü 4-də düz gəlirsə, hələ o birisinə baxmıram da, bu birisi yerə baxmıram. Düzdür? Yəni ancaq bundan 2 pi n yazıram. Tamam, pi bölü 4 üstə pi bölü 4 nəyi verəcək bizə? Pi bölü 2-ni verəcək. Üstə gəl 2 pi n. Bu bir köküm olacaq. İkinci kökümü tapmaq üçün, bəli. Mənfi 1 üstü k yazmısınız. Yazmadım. Yazmadınız. Yazma. Birbaşa getdim də. Birbaşa getdim. Yəni k-ya 2 verdiniz. Təbii ki. Bir dəfə cüt, bir dəfə tək. Cüt verəndə bu şəkildə çəkdiyim yer alınır. Birinci rübə düşən hissə alınır. İndi də ikinci rübə düşən pi çıxılsın pi bölü 4-dən 3 pi bölü 4 yazdım. Yəni siz istəyirsiniz, indi mənim başım qarışıb, orada cavablarda nə var ki? Mən məsəl üçün baxın bir dəqiqə cavabı. Eləməli birinci cavab vardır. Doğru olur. Yəni pi bölünsün 2 plus 2. İkincide də pi çıx olmayacaq Bu ki. neçənci sual idi? Bu neçənci sual idi? Üçüncü. Test Bir dəqiqə. 9-da Test üçüncü. 9-da üçüncü sual. Yəni ancaq demək mənfi 1 üstü k yoxdur deyə elə rahat şəkildə bunu çözəcəm. Buradan da x bərabərdir bir dənə buna baxım sonra. Pi eləyir də bu. Pi üstə gəl 2 pi n. İkisini aldım. Amma indi burada bir şey var da. Yəni bunlarda biz kök Əmər, biz orada 4 pi yazması. O kosinus saydı daxil pidən çıxmaq. Sinusda da var pidən çıxmaq. Yox. Mənfi 1 üstü k var. Baxın, mənfi 1 üstü k məsələsi var. O mənfi 1 üstü k bir buradakı pi bölü 4-ü tapmaqdır. Bir də bax bunun elə bir ki bu abs y oxunu kəsən bu düz xətt var. Burada da pi çıxılsın pi bölü 4 yaranır. Yəni siz bilirəm, siz ancaq düsturla hərəkət edirsiniz, amma məsəl üçün bu qaydalar var. Mənfi 1 üstü k-dır. Mən bir dəfə cüt qoyuram, bir dəfə tək qoyuram. Cüt qoyanda gələcək, siz evdə qoyun, məsələn görəcəksiniz ki, pi bölü 2 üstəyə 2 pi n alacaqsınız. Tək qoyun, görəcəksiniz ki, pi üstəyə 2 pi n alırsınız. Narahat olmayın. Yəni evdə özünüz qoya bilərsiniz. Bu doğrudur. Amma burada doğru cavab C variantı. Yəni pi bölü 2 üstəyə 2 pi n olur. Məsəl üçün pi üstəyə 2 pi n ödəmir. Niyə pi üstəyə 2 pi n ödəmir? Bu da maraqlı bir sualdır. Misalın əvvəlinə qayıdaq. Misalın əvvəli hardadır? Bu buradadır. Misalın əvvəli bu ikilər yox idi. Sinus x üstəyə Bəli, bilirsiniz x böyükü bərabərdir. Bəli, ona görə qayıtdım. Bəli, ona görə qayıtdım.
Yəni buradakı olay elə bundan ibarətdir. Məsələn, sinus 90 dərəcə, kosinus 90 dərəcədən böyükdür, amma sinus 180 kosinus 180-dan böyükdürmü? Sinus 180 0. Kosinus. Amma belə deyək də, yerinə qoyanda bura mənfi olurmu? O da var. Yer- Sağ tərəfə, sol tərəfə qoyacaq. Misal belə idi axı. Sinus x çıxılsın kosinus x. Tutaq ki, bərabərdir sinus x üstəgəl kosinus x. Yerinə qoysaq 180 dərəcədə düz gəlirmi? Sinus Xeyr, müəllim. Çünki içəri kökaltı müsbət, amma mənfi çıxmış olur. cavab mənfi olmuş olur. Bəli. Ona görə yerinə qoyanda görürük ki, alınmır, demək 90-da alınır. Və bu da ona görə doğru cavabı C götürür. Çünki cavablarda zaten bir dənə variantdır. Bizi bu deyil, bu. Cavablarda bir dənə variantdır. Ona görə biz diqqətli olmalıyıq ki, yəni indi bu misal belə həll elədik. Mənfi bir üstü K ilə yazıb orada onları ayırsaq yaxşı. Və ayırmanın yolunu da demiş oldum. Ayırmanın yolu da gördüyünüz kimi bir daha dedim. Yəni əslində mənfi bir üstü K arksinusa üstəgəl pi n düsturu hardan yaranır? Yaxud da indi hardan yaranır və görürsünüz vahid çevrədə çəkdim. Bunu öz qrafikində də çəkə bilərsiniz. Öz qrafikində də bunu tuta bilərsiniz uşaqlar. Öz qrafiki nədir? Məsəl üçün sinusoidin qrafikini çəkdiniz. Tutaq ki 1/2 düz xəttini çəkdiniz. Görəcəksiniz ki 0 pi aralığında 2 nöqtədə yəni kəsmiş olur. 2 nöqtədə kəsirsə bunlardan biri tutaq ki pi bölü 4-dürsə, o birisi mütləq pi çıxılsın pi bölü 4. Yaxşı, o birisi mütləq pi çıxılsın pi bölü 4. Sinus x böyükdür a bərabərsin həllinə başlayaq. Sinus x böyükdür a. Burada biz sinusu, kosinusu bərabərsizlikləri vahid çevrə ilə və eyni zamanda özünün qrafikləri vasitəsilə bərabərsizliyin həllini tapa bilirik. Burada a-nın x-in, yəni bu bərabərsizliyin həllinin olması üçün modulda a-nın 1-dən kiçik olması, hətta modulda a-nın kiçik bərabərdir 1 olması vacibdir. Yəni bu olmalıdır. Deyə bilərsiniz ki, bərabərdir 1-də də yenə həll olmayacaq. Burada ola bilər böyükdür, bərabərdir a olsun. Ola bilər böyükdür a olsun. Təbii ki, böyükdür a olsa, məsələn, sinus x böyükdür 1 yaransa, mən bunu həll eləmək üçün, sinus x böyükdür 1-i tapa bilməyim üçün, məsələn, fikirləşəcəm ki, 1-dən böyük görəsən neçəsə dərəcə alınır. Alınmır. Deməli, mən bunun boş çoxluq olduğunu qəbul edəcəm. Əgər olsa, sinus x böyük bərabərdir 1. Bu halda yalnız və yalnız sinus x-in 1-ə bərabər qiymətləri düz gələ bilər. Bu da onu göstərir ki, cavab pi bölü 2 üstəgəl 2 pi k. Bu nəyə bənzəyir? Yadınıza gəlir, modullu bərabərsizliklər və s. keçəndə, məsələn, sadə bir şeyini demək istəyirəm. Məsələn, tutaq ki, modulda x üstəgəl 2, üstəgəl, məsələn, deyək ki, nə olsun? Məsəl üçün, nəsə olsun da? Məsələn, y çıxılsın 5, məsələn, kiçikdir, bərabərdir 0. Məsələn, bu cür biz bərabərsizlik görsək, mütləq. Çünki ancaq 0-a bərabər olacaq. Demək ki, sinus x böyük bərabərdir 1 olsa belə, bərabərsizlik kimi görülsə belə, biz qərar veririk ki, sinus x ancaq 1 ola bilər. Bərabərin düz gəlməsi halında. Bu belə. Bunu başa düşdüksə, indi biz normal şəkildə, deməli, burada kiçikdir, bərabərdir 1 yazmağımın mənası o bərabərin olması deməkdir ki, yəni ola bilər və bu zaman həlli ola bilər. İndi olmaya da bilər, sinus x böyükdür a olanda gördüyünüz kimi burada 0 nəyə yazmışam, boş çoxluqdur, həlli yoxdur. Tamam. İndi sinus x böyük bərabərdir a-nın bəs necə tapacağıq? Əzbərləməyəcəyik. Sinus x böyükdür a olsun. Vahid çevrə üzərindən birinci anlamağa çalışaq. Bunun üçün sinus nöqtənin y olduğuna görə bizim vahid çevrəni kəsən A düz xəttinə ehtiyacımız var. Bu A düz xətti məsələn 2-də 1, kökdə 3/2 və s. ola bilər. Yəni buna y bərabərdir A da deyə bilərsiniz. Bu belə. Və biz böyükdür axtardığımıza görə bizim cavablarımız elə bucaqlar olmalıdır ki, məsələn sinus x böyükdür 2-də 1 verilibsə, mən bilirəm ki, sinus 30 dərəcədə 2-də 1-dir. Yəni bu bucağın təyini zamanı
Mən bilirəm ki 30 dərəcədirsə pi böl 6 yazmalıyam bura. Bu bucağı təyin eləmək üçün. Amma indi təkcə 2-də 1 olmur axı, başqa ədədlər də olur. Buna baxmayaraq biz məsələn pi böl 2-nin yerinə yazıram arc sinus A. Deməli bura yazdım arc sinus A. Təbii ki bu da bir bucaqdır. İndi keçdim bura. Bu bucağı təyin eləmək üçün ya buradan getməliyəm, ya aşağıdan getməliyəm. Aşağıdan, yəni buradan getməliyəm. Təbii ki, mən aşağıdan getməyəcəm. Nədən getməyəcəm aşağıdan? Ona görə ki, bizə böyük lazımdır. Böyük olanlar isə hansı dərəcələrdə böyük olar? Sinus 30-dan böyük, məsələn, sinus 45 dərəcə sinus 30-dan böyük ola bilər. Yəni 2-də 1-dən böyük ola bilər. Və onda belə çıxır ki, əgər bura 30 dərəcədirsə, mənim burada bir dərəcə almağım vacibdir. Daha böyük dərəcə olması vacibdir. 60 dərəcə məsələn. Oldu mu? Onda belə çıxır ki, mən ancaq və ancaq yuxarı hissəni, bu hissəni götürməliyəm. Və A düz xəttindən yuxarıya düşən hissəni götürməli lazımdır. Deməli, əgər A nöqtəsindən və yaxud A düz xəttindən yuxarıya düşən hissəni götürmək lazımdırsa, arcsinus A-nı biliriksə, artıq çünki bucağı burada belə təyin edirik. İkinci bucağı necə təyin edəcəyik? Bu pi çıxılsındır. Tənliklərdə də dedik ki, artıq bunu bilirsiniz. Arcsinus A. Və bu bizim əslində nəyimizi yaradır? Düsturumuzu yaradır. Əgər mən desəm ki, gəlin sinus x böyükdür A, məsəl üçün A-nın da mənalı qiymətlərində təbii ki, düsturumuzu yazaq. Yəni, tutaq ki, mənfi 1-1 arasında düsturumuzu yazaq. O zaman nə yazacağıq? X daxildir. Arcsinus A təbii ki, daha balacadır pi çıxar sinus A-dan. Biz dərəcə yazdığımızı unutmayaq. Hara qədər pi çıxılsın arcsinus A. Düzdürmü? Lakin bunun dövrü də var. Dövr olduğuna görə biz nə əlavə etməliyik? Çünki qayıdıb həmin yerdən bir də başqa dərəcədə ala bilər. Biz əlavə eləməliyik 2 pi k-nı. Məsələn, o bəzən görürsünüz, nədir onun adı? Kitablarda düsturlar yazır. Uşaq da deyir ki, mən bu düsturları necə əzbərləyim? Əzbərləmək yox, anlamaq lazımdır. Baxın, bu. Ola bilər ki, bərabər olsaydı, bunları nə edəcəkdik? Daxil edəcəkdik. Bu da diqqətimizdə olacaq. Məsələn, indi sinus x böyükdür, məsəl üçün, bərabərdir kökdə 3 bölü 2 olsaydı, mən zaten kökdə 3 bölü 2-ni nə vaxt aldığını bilirəm. Desəz ki, hər bir bərabərçisi üçün bir şey çəkmək olarmı? Vahid çevirə. Bəli, çəkmək olar. Düz xətti də çəkmək olar. Bu A düz xəttinin aşağıdan getməsi ilə yuxarıdan getməsinin heç bir önəmi yoxdur. Düstur dəyişmir. Bu düstura yerinizə, A-nın yerinə verilənləri qoysaz, yenə doğrusunu alacaqsınız. Yəni, onu ayırmağa da elə ehtiyac yoxdur. Məsələn, x sinus x böyük bərabərdir kökdə 3 bölü 2-dir. Əgər biz normal şəkildə yazsaq ki, düsturla yazsaq, kökdə 3 bölü 2-ni nə vaxt alır? Pi böl 3-də. Üstünə də dövrünü gəldik. Və pi-dən də pi bölü 3-ü çıxanda ikinci rübə düşən bucağı tapdıq. Baxın, bunu həndəsədə də yadda saxlamışsınız da. Məsələn, tutaq ki, həndəsədə üçbucağın sahəsini tapanda, məsələn, 2-də 1 AB sinus alfa yazıram. Sinus alfa sinus 30 dərəcədə ola bilər, sinus 150 dərəcədə ola bilər. Və yaxud da bunu qoydum qırağa. Dördbucaqların sahəsini tapanda 2-də 1 D1 D2 sinus alfa yazırıq. Diaqonallar iti bucaq altında da kəsişə bilər, kör bucaq altında da kəsişə bilər. Deməli, mən sinus 30 dərəcə versə də, orada düsturu yerinə yazsam 2-də 1 D1 D2 sinus 30 və yaxud 2-də 1 D1 D2 sinus 150 eyni cavaba gəlib çıxacam. Trigonometriyada biz bilirik ki, artıq sinus 30 sinus 150 eyni cavabdır. Yəni, onda belə çıxır ki, pi-dən pi bölü 3-ü çıxanda da mən eyni cavab alacağım. 120 dərəcə. Doğrudur. 2 pi bölü 3. Üstəgəl 2 pi k. Və bu aradakı bucaqların hamısı yaşılla rənglədiyim yerə düşəcək. İndi əgər şübhə yaranırsa ki, axı bəzi kitablarda mənfi 1-0 arasında A-nın qiymətlərini başqa formada yazırlar. Gəlin, istəyirsiniz onu da deyim. Məsələn, sinus x böyükdür. Tutaq ki, A-nı bu dəfə mənfi götürün. Vahid çevirə üzərindən mənfi götürün. Buna görə yəqin müəllimlərdən kimsə yazıb, ya da mən yazmışım. Olsun. Deməli, bu zaman
A-nı buradan mənfi götürdüm. Tutaq ki, olsun sinus x böyükdür mənfi 2-dədir. Bunu həll eləmək istəyirəm. Bayaqları əslində dediyimiz düsturdan geçsək, o düsturdan gedim, sonra göstərim şəkildə. Məsələn, bayaqları getdiyimiz düsturdan geçsək, belə olurdu. Arcsinus mənfi 2-də 1. Arcsinus mənfi 2-də 1 mənfi verirdi. Nəyi verirdi arcsinus 2-də 1? Pi böl 6-nı. Olacaqdı mənfi pi böl 6. Üstə gəl 2 pi kadar. Burada yenə pi çıxılsın olmalıydı, düzdürmü? Pi çıxılsın. Sadəcə pi çıxılsın mənfi pi böl 6 yazmalıyam da. Çünki düsturda belə idi ki, pi çıxılsın arcsinusa. Burada olur pi üstə gəl pi böl 6. Yəni 5 pi böl 7 pi böl 6. Bəli, 7 pi böl 6 üstə gəl 2 pi. İndi gəlin, tutaq ki, biz bu düsturu bilmirdik. Yəni, çevrədə oturmuşam, deyirəm ki, tez bazar görün bunu tapa biləcəm. Birinci bura gəlməliyəm. Bu bucağı təyin eləməliyəm. Bu bucağı təbii ki, ən rahat yoldan buradan gəlməliyəm də. Ona görə mənfi bura yazıram. Elə birbaşa düstur yazmayacağım. Düsturu vermişəm. Mənfi 2-də 1-i necə alırdıq? Mənfi pi böl 6. Bura yazdım mənfi pi böl 6. Bu mənfidir. Maşallah mənfi qalanlaşdı. Tamam. Bunun bir rəngini dəyişməyək. Buradan bu bucağı təyin eləməliyəm. Mənə hansı hissəsi lazım idi? Mənə dediyim kimi yaşılla rənglədiyim hissə. Bu görüm yaşılı seçim. Yaşılla rənglədiyim hissə. Yuxarı hissə. Niyə yuxarı hissə? A düz xəttindən yuxarıda olsun bucaqlarım ki, sinus nöqtənin y-i daxil. Yəni, nə qədər yuxarıdakı bucaq olsa, y-lər, məsələn, burada olsa bucaq, bura düşəcək, burada olsa bura düşəcək və s. Yəni, burada olsa yenə bura düşəcək və biz görəcəyik ki, A düz xəttindən yuxarıda yerləşir. Yəni, hal-hazırda bizə mənfi 2-də 1 düz xətti verilmişdir. Tamam. İndi bu nöqtəni də qurmaq üçün biz buradan bura getməliyik. Getməliyik ki, bu hissələrin hamısını götürə bilərik. Bu hissə, buradan gedə bilək də. Buradan bucağa, aşağıya düşməyək. Aydındır, bu hissəyə düşməmək lazımdır. Ona görə də ox qoyduğum istiqamətdə biz hərəkət eləməliyik. İndi gəlin hərəkət eləyək. Və bu nöqtəni tapaq daha doğrusu. Buranı tapanda yuxarıdan getdiyimə görə pi üstə gəl gedəcəm. Normal şəkildə hamı bilir ki, bu ox qoyduğum istiqamətə gedəndə pi üstə gəl getməlidir. Burada da bir bucaq var. Bu bucağı da pi böl 6 olduğunu bilirik də. Buradakı bucaqdan, düzdürmü? Buradakı bucaq nöqtə qoyduğum bucaq eynidir. Pi böl 6. Nə görürük? Yenə 7 pi böl 6 görürük. Yəni, düsturu bilib yerinə qoymaqdan özümüzün, məsələn, verilən hər hansı bir ədədi çəkib tapmaqdan eyni şey olur. Məsəl üçün, indi adam var ki, əvvəllərimi deyim də mən keçmişdə, daha doğrusu orta məktəbdə bizdə o vaxt bərabərçilik daha çox düşürdü blok imtahanı üçün. Deməli, mən həmişə düsturu elə bir ki, müsbət A versin, mənfi A versin, yəni orada nə verir versin, mən düsturumu tapırdım. Bir dənə yuxarıdan xəttimi qoyurdum. Böyük olanda yuxarı hissəni bilirdim ki, burada arcsinusadır, burada pi çıxılsın arcsinusadır. Düsturumu yazırdım. Açıq deyirəm, belə edirdim. Və mənfi zat verəndə də ədəd. Apardım elə, o düsturda A-nın yerinə qiymətlərimi yazırdım və salam. Bu formada işimi qururdum. O vaxtdan da beynimdə belə qalıb. Yəni, mən həmişə belə eləmişəm. Kitablara çox fikir verməmişim. Beləncik. Və həmişə də uğur qazanmışam. İndi isə kiçik halına baxaq. Burada yəqin sual yoxdursa, bir də sinus x böyükdür. Məsələn, versədir mənfi 3. Təbii ki, bunun dedik axı mənfi 1-1-də biz diqqət eləməliyik. Biz burada cavabı bütün ədədlər, bütün ədəd oxu, mənfi sonsuz, müsbət sonsuzluq götürə bilirik. Bütün həqiqi ədədlər götürə bilirik. Aydındır. Yəni, burada çünki bütün mənfi 3-dən hamısı böyük olur da. Aydındır. Bu da bizim, yəni orada oturub onu fikirləşmək. Çünki mənfi 3 olanda belə bir düz xətt olur. Mənfi düz xəttdirsə, mənim də qrafikim tamamilə bu düz xəttdən yuxarıdadırsa, demək nə deməkdir? O demək ki, hamısı bu ədəddən mənfi 3-dən böyük olacaq da. Doğrudur. Bunu da başa düşdüksə, keçdik sinus x kiçikdir a-ya. Qaranlıq qalan məqam varsa dərhal söyləyin. Çünki sonraya qalanda pis olar. Demək, kiçikdir a halında. Kiçikdir a halında başa düşürük, yoxsa elə mən özümə danışıram. Yəni, belə bir şey. Yəni, mən başa düşürəm. Çünki mən bunlara baxmışam da, qaydasının kitabını oxumuşam da. Siz dedikcə mən daha çox beynimdə oturur. Mən bunların hamısını kitabdan oxudum, qayda kitabını.
Məsələn, mən kosinusu bilirəm ki, yana gedəcək məsələn. Bu çevrə elə bir fırlanmış şəkildə olacaq. Yəni x oxuna nəzərən baxacağıq. Bəli. Doğru. İndi siz dedikcə mən beynimdə daha aydın oturur. İndi Qulaq baxın, asıram. burada mən yenə də A-nı yuxarıdan götürdüm, özünüz görürsüz və mən bu dəfə kiçikdir axtarıram axı. Kiçikdir axtarıramsa mənə deməli bu xəttdən aşağıya düşən bucaq hissələri lazımdır. Bu da sinusun y nöqtənin y-nə uyğun olduğunu nəticəsidir. Belə. İndi bəs bu nöqtələri necə tapacağam? Təbii ki, kəsişmə nöqtələrində, yəni A düz xətti ilə sinus x vahid çevrənin daha doğrusu kəsişmə nöqtələri. Burada bu bucağı tapmalıyam. Bunu tapmalıyam birinci. Bu da təbii ki, elə buradan tapırsınız. Buna baxmırsınız. Bu yaşılı tapdalayır, yaşıl olan yerdən keçir, keçmir, yuxarıdan keçir, aşağı. O fərqi yox. Bunu sadəcə olaraq birinci, yəni birinci, dördüncü rübdə olan bucağı əgər aşağı burada bayaq göstərdiyim kimi burada olsaydı, belə tapacaqdım, yazacaqdım ora, elə də elədim bayaqları. İndi isə demək yuxarıda kəsişdiyinə görə arcsinus A yazıram. Bayaqki kimi. İndi buranı tapanda bayaqları biz yuxarıdan getmişdik axı. İndi yuxarıdan gedə bilmərik. Deməli bu zaman aşağıdan belə fırlanmalıyıq. Yəni üzü bu tərəfə doğru getməliyik də. İndi bu aşağıdan gedəndə kiçik bu olur deyə. Yəni biz buradan buraya qədər olan hissələri tapmağa çalışacağıq. Bu belə. İndi bəs bu nöqtəni, ikinci nöqtəni necə təyin edəcəyik? İkinci nöqtəni mənfi pi, axı biz aşağıya gedəndə mənfi bucaqlar yazırıq. Mənfi pi hardan haradır? Baxın, elə belə göstərirəm. Buradan gəlir, bura qədər mənfi pidir, mənfi 180 dərəcə. Axı burada bu hissədə var. Bu hissə əslində arcsinus A qədər olan hissədir. O bucaqlar eyni olur. O bucaqlar eyni olur. Və eynidirsə, mən mənfi pi çıxılsın arcsinus A yazmalıyam. Niyə çıxılsın? Çünki biz mənfilərin böyüdülməsinə çalışırıq, modulca böyüdülməsinə çalışırıq. Saat əqrəbin əksinə gedir deyə. Bəli, tamamilə doğru. Həm saat əqrəbin hərəkətinin əksinə gedir, həm məsələn biz bilirik ki, modulca böyüməlidir, birdən böyük götürməli. Bəli, bir dəqiqə bunu buradan silək bu birisini. Bu bizə mane olmasın. Buranı başa düşdük. Bəs salam, bundan sonrası artıq siz bərabərsizliyin əgər aralığını axtarırsınızsa, x-in hansı aralıqda alacağını axtarırsınızsa, rahat şəkildə yaza bilərsiniz. Təbii ki, kiçikdən böyüyə doğru mənfi pi çıxılsın. İndi bunun içini boş götürürsünüz. Yəni bu artıq bilirsiniz artıq. Daxildir olsaydı içini qaralayırıq və da belə. Mənfi pi çıxılsın arcsinusa. Üstə gəl, dövr. Bu dövr görürsünüz, tərniklərdə də yazılır, burada da yazılır. Arcsinusa üstə gəl 2 pi. Və salam. Bundan da siz deyək ki, bu düsturun hardan gəldiyini anlaya bilirsiniz. Və salam. İndi olsaydı ki, aşağıdan keçsin, yəni fərq etməyəcəkdi. Düsturda verilənlərə yerinə, A-nın yerinə mənfidirsə mənfi qoyacaqsınız və doğru cavabı alacaqsınız. Oldu mu? Yəni bu bizim üçün belə bir düsturdur. İstəsəz bir nümunə misal üzərində baxa bilərik. İndi bunun biraz sadəsini biz öyrənirik ki, mürəkkəbində zaten gələcək, məsəl üçün tutaq ki, deyək də, məsələn, sinus 2x-a gəldi, çıxdı, məsələn, sinus 5x-a gəldi, çıxdı, sinus 10x-a gəldi, çıxdı. Yəni, tənlik kimi sol tərəfi sadələşdirdik, gətirdik, çıxartdıq da, məsələn, sinus 2x kiçikdir, tutaq ki, 1/2-ə gəldik, çıxdı, məsələn. Təbii ki, mənim düsturu əzbərdən yadda saxlamağım mümkün deyilsə və yaxud da mən heç vaxt ona cəhd eləməmişəmsə, mən sadəcə olaraq düsturu ya çıxardacam dediyim kimi, ya da elə 1/2-nin özünü qrafikdə göstərəcəm. Məsələn, indi gəlin göstərim qrafikdə. 1/2-ni buradan, niyə qırmızıdan eləyirəm, göydən eləyək, buradan gəldik bura. Təbii ki, bilirəm ki, bu nöqtəni tapacam, bir də bu nöqtəni tapacam və mənə hansı hissəsi lazımdır? Aşağı hissəsi lazımdır. Yəni, bu hissəsi mənim üçün niyə kiçikdir olduğuna görə. Bəs bu nöqtələri mən necə tapacağım? Onu da bayaqları dedim. Yəni, tutaq ki, bura yazacağım pi/4. Mən birbaşa misalla getdiyimə görə 1/2-ni, arcsinus 1/2-nin pi/4 olduğunu bilirəm. Bu bucağı tapdım. Biraz balaca çəkmişəm şəkli. Tamam, keçdik buna. Bu tərəf mənfi ilə gedəcək.
Çünki aşağıdan getməliyəm də, yəni buranı bu hissədən getməliyəm bilirəm. Onda deməli mənfi pi çıx pi böl 4 yazacağıq. Və nəticədə 2x daxildir mənfi pi çıx pi böl 4-ü birləşdirsək, mənfi 5 pi böl 4 olacaq. Üstə gəl dövür, nöqtə virgül, pi böl 4 üstə gəl dövür. Vəssalam. Bundan sonra x-i tapmaq üçün 2-yə böləcəm. Mənfi 5 pi böl 8 üstə gəl. Bağışlayın, kim idi bu? Aha. Deməli, mənfi 5 pi böl 8 üstə gəl pi k. Buradan da alacağım pi böl 8 üstə gəl pi k. Məncə super bir şey oldu. Yəni tam anlaşıldı. Mənə elə gəlir. Yəni burada qaranlıq qalan məqam olmamalıdır. Varsa deyin. Xeyr, müəllim. Əla. Bərabərsizliyin daha günah olmayacaq. Sol tərəfi sadələşdirmək, məsələn toplama düsturudursa, nə bilim cəmdən hasil-hasildən cəmə keçmə düsturudursa eləyəcəksiniz. Tutaq ki, bu formaya gəlməlidir. Bunlar ancaq bu formaya gəlməlidir. Ondan sonra da dediyim ki, formanı tətbiq eləyəcəyik. Ya 1/2-in özünü çəkərək tapacaqsınız, ya düsturunu tapacaqsınız. Sonra düsturunu yerinə qoyacaqsınız. Yəni ikisindən biridir bu variantdan istifadə. Cosinus x-a da dediyim kimi vahid çevrədən istifadə edə bilərsiniz. Eyni qaydalar buna da aiddir. A-1, 1 aralığı olmalıdır. Və burada da bərabərdir. A da ola bilər, olmaya da bilər. Yəni o çox sizi məncə yormaz. 1 olanda xüsusi diqqət edəcəyik. Cosinus x böyük bərabərdir 1 olanda bayaq elədiyimiz kimi x bərabərdir. Cosinus 0 dərəcədə verdiyinə görə bunun ancaq bərabər halını götürəcəyik. Çünki qalan hallarda 1-dən böyük ola bilməz. Yəni bir növ cosinus x bərabərdir 1 tənliyini həll edəcəksiniz. Oldu mu? Əgər cosinus x məsələn verdi kiçik bərabərdir 1. Kiçik bərabərdir 1 və burada olan cosinus x-in sol tərəfdə olan bütün qiymətlərində də 1-dən kiçik alınır və 1 alınır. Ona görə də biz nə yazacağıq? Biz yazacağıq ki, bütün qiymətlər yəni ödəyir. Oldu mu? Sonsuz müsbət sonsuzluq yaza bilərik ki, bütün qiymətlər ödəyir. Bu belə böyük olan halı üçün deyirəm. Hal-hazırda vahid çevrədə kosinus nöqtənin x-ini bildirdiyinə görə, məsələn, bu xəttin vahid çevrəni kəsdiyi nöqtələr, yəni bizə tutaq ki, A-nın, tutaq ki, məsələn, A bərabərdir 2-də 1 durumunda, deməli, bura 2-də 1 olsun və bu zaman bir bura alınır, buranı pi böl 3 yazacağım, 60 dərəcə və eyni zamanda buranı tapmalıyam da, doğrudur. Bəs buranı necə tapacam? Bax, bu əsas məsələ budur. Əsas məsələ budur ki, yəni mən saat əqrəbinin hərəkətinin əksinə mi gedib bura çıxmalıyam? İkincini tapanda, birincini tapanda yox. Yoxsa sağdan. Böyük olduğu üçün sağ olmalıdır. Bəli, əsas məsələ budur. Bax, böyük olduğuna görə biz deməli sağdan getməliyik. Sağdan gediriksə, onda buranı da qaralayıram da, yaşıl eləmirəm, onu axtarmıram və buranı tapıram. Amma necə tapıram? Təbii ki, üzü aşağı gedəcəyimi bildiniz. Üzü aşağı gedəndə buradan getmiş oluram. Buradan. Oldu mu? Və burada da olacaq mənfi pi bölü 3. Və cavabı da yazanda mənfi pi bölü 3, yəni kosinus x böyük bərabərdir. 2-də 1 həll edirəm. X daxildir olacaq. Mənfi pi bölü 3-dən gələcəm. Dövrünü yazacağım avtomatik. Dövrü yəni ən axırda özü üçün yazın. Pi bölü 3 üstə gəl 2 pi k-ya qədər. Doğrudan da bir yoxlayın. Məsələn, özünüz görəcəksiniz ki, bəli, tamamilə düz alınır. Bu 2 pi k-dır. Deməli, nə düz alınır? Burada daxil etməyi unutmayın. Daxildir, daxil deyil. Bunu düşə bilirsiniz. Bura daxil edin. 2 pi k-dır bu. Qara qura düşsə də. Deməli, mənfi 60-dan, məsələn, müsbət 60-ın arasında istənilən dərəcədə görəcəksiniz ki, sizin cavabınız 2-də 1-dən böyükdür. İstənilən cavab. Hətta eləyə bilməyəndə uşaqlar aradan bir dərəcə qoyub yoxlayırlar ki, görün ki, qoyanda ödəyir. Yəni, düz gəlir, yoxsa gəlmir. Məsələn, belə hallar da ola bilər. Bu belə. Oldu mu?
Kiçikdir olan halında isə biz nə edəcəyik? Da bunun üstündə deyim də. Kiçikdir olan halında biz bu hissəni axtaracağıq. Bu hissəni axtardığımıza görə birinci bucağa dəyməyəcəyik. İkinci bucağı gətirəndə onu necə gətirəcəyik? Buranı silirəm ki, ikinci bucağı necə gətirəcəyimizi görək. Bir dəqiqə. Çox sildim. Bu belə niyə silinir ki? Tamam, nəsə bu silinir. Deməli, buranı sildim. Bura getdi. Buraları sildik. Deməli, kiçikdir olan halına baxaq. Buranı da götürdüm oxu. Bu ox da getdi. Burada maraqlıdır. Heç nə olmaz. Buna təzim düzəldir. Bu belə. Baxırıq. Bir dəqiqə. Deməli, bizim çevrəmiz bu idi. Biz indi burada kiçikdir, bərabərdir A-ya baxıram. Pi bölü 3-dən yenə də işim yoxdur. Doğrudurmu? İndi mən hardan gəlməliyəm? Sol tərəfdən. Sol tərəfdən mən hərəkət eləməliyəm və bu hissədən gəlməliyəm. Bura qədər gəlməliyəm. Deməli, soldan gəlməliyəm. Oldu mu? Buradan üzü bu tərəfə doğru hərəkət edib buranı tapmalıyam. Buranı tapmaq üçün təbii ki, 270 dərəcə hərlənəndən sonra, 3 bölü 2 gələndən sonra biraz da getmək. O biraz da nə qədərdir? Kim deyər? Nə qədər gəlməliyəm buradan? Çox çətin deyil əslində. Pi bölünsün 6 qədər. Pi bölü 6 yoxsa pi bölü 3? Pi bölü 3. Yox. Ya pi bölü 3-dən çıxmalıyıq. Bəli. Yəni 2 pi-dən çıxmalıyıq. Çünki burada tutaq ki, bu bucaq ki var və burada bucaq. Yəni pi bölü 3-dür də. Düzdürmü? Pi bölü 3. Əslində burada da pi bölü 3 var da. Bu bucaq da pi bölü 3-dür. O zaman modulca deyək. Biz onu mənfi pi bölü 3 yazırıq. Yəni biz 360-dan o pi bölü 3-ü çıxan kimi gəlib ora çatırıq. Ona görə də biraz burada diqqətli olacağıq. Bəli, çətin məqamı ora ola bilər. Burada alacağıq deməli 2 pi çıxılsın pi bölü 3. İndi əgər bura arc-sinus yazmışıqsa, arc-cosinus yazmışıqsa, onda burada 2 pi çıxılsın arc-cosinus A yazacağıq. Oldu mu? Arc-cosinus A yazacağıq. Bəs öyle olan halda biz cavabı necə yazacağıq? Cavabı belə yazacağıq. Kiçikdən böyüyə doğru. Uzaqbaşı yerləri dəyişik yazacaqsınız, düzəldəcəksiniz. Arc-cosinus A üstəgəl dövr nöqtə vergül 2 pi çıxılsın arc-cosinus A. Üstəgəl dövr. İndi təbii ki, düsturu çıxartmısansa, istədiyin ədədi qoyub yerinə yaza bilərsən, amma düstursuz da rahat şəkildə eləyə bilirsiniz. Yəni, elə ora 1 bölü kökdə 2 verəcək, 2 ilə 1 verəcək, 3 bölü 2 verəcək, siz də quracaqsınız. Sol tərəfdə də verə bilər. Sol tərəfdə də biraz diqqətli olacaq. İstəyirsiniz bir dənə də sol tərəfdə, yəni heç bir düstur tətbiq etmədən necə həll eləmək olduğumuzu göstərək. Biraz böyük çəkirəm bu dəfə. Məsəl üçün biz bunu çəkdik. Buradan ortadan qaparaq. Tamam. X oxumuz, Y oxumuz. Məsələn, indi bizə verir ki, tutaq ki, soldan buradan kəssin. Buna nə deyə bilərik? Məsəl üçün, mənfi kökdə 2 bölü 2 deyək. Kosinus X tutaq ki, böyükdür halını axtarıq əvvəlcə. Kökdə 2 bölü 2. Mənfi kökdə 2 bölü 2. Yəni 1 bölü kökdə 2-də, doğrudur. Aha, bu düz xəttimizin adı X bərabərdir, mənfi kökdə 2 bölü 2-dir. Yəni, burada mənfi 1 olduğunu bilirik, buranın da 1 olduğunu bilirik. İndi bizə lazım olan hissə haradır? Böyükdür olduğuna görə bu hissə sağ tərəfi götürəcək. Bəli, sağ tərəf. Amma indi təbii ki, mərkəzlə birləşdirib bucağı təyin etməyə çalışacaq. Bu bucaq həmişə olduğu kimi fərqi yoxdur. Yəni, sol tərəfi rəngləsəm də oradır, sağ tərəfi rəngləsəm də oradır. Buraya yazacağıq neçə dərəcə? Təbii ki, ikinci rubin bucağı. Birinci rubdə kökdə 2 bölü 2-ni pi bölü 4-də verməyin. Onda biz pi-dən pi bölü 4-ü çıxacağıq. 135 yazacağıq. 3 pi bölü 4 yaza bilərik, eləmi? Bəli. Əla. İndi gəlirik əsas məsələ ikinci bucağı təyin etmək. İkinci bucağı təyin eləyəndə ya saat əqrəbinin hərəkətinə getməliyik, əksinə getməliyik. Burada artıq biz qırmızını izləməliyik. Yəni, deyək ki, sağ tərəf izləməliyik.
Sağ tərəfi izlədiyimizə görə biz belə getməliyik. Yəni deyəcəksiniz ki, bəs bu tərəf qaldı axı, məsəl üçün 3pi/4-ə qədər olan hissə, baba bu hissə qaldı. Onun narahat olmursunuz. 3pi/4-dən harasa qədər deyəndə, yəni orada hamısı öz əksini tapır. Vəssalam. Bunu da tapanda aşağıya getdiyimizə görə mənfi getməliyik. Oldu mu? Mənfi getməliyik. 90 dərəcə gələndən sonra bir də belə 90 dərəcə eləməyək burada. Ümumiyyətlə kosinuslarda 180 ya da 360-dan istifadə edəcəksiniz. Deməli, kosinuslarda nədən istifadə edəcəksiniz? 180 və ya da 360-dan. Səbəb buradakı üçbucaqdan buradakı üçbucağın kongruent olmasıdır. Kongruent olmasıdır. Və bu zaman o bucaqlar eyni olduğuna görə bizə lazımdır. Yəni məsələn hətta bu hissədə dairə sektoru kimi baxsaq, bax bu hissə ilə bu hissə eyni dərəcəyə malik olduğuna görə biz çalışırıq ki 180-dan baxın belə şeydən göstərəcəm. Bu çox vacib məqamdır. Buradan gəlirəm. Bu maşallah təzə rəng seçdim. Bura qədər 180-dır axı. Doğrudurmu? 180-dır. Tamam. Mən də əslində aşağıdan da gələndə buradan bura 180 gəlirəm axı. 180-dan nə qədər çıxmalıyam? Tutaq ki, bura məsələn, buradan bura nə qədərdirsə o qədər çıxmalıyam da. O da məsələn 3pi/4-dən bura məsələn nə qədər bucaqdırsa onu çıxmalıyam. Düzdürmü? Onda nə çıxmalıyam sizcə? Nə etməliyəm? Mənfi pi kimin fikir var? Yoxsa burada biraz qəliz oldu. Deyəsən. Qoy buranı bir də düzəldək. Bir də bunları götürüm. Aha, indi gəlin bir də aşağıdan doğru getməliyəm də. Düzdürmü? Mən həmin bucağı necə təyin edəcəm? Baxın, 3pi/4-dən pi-yə qədər nə qədər yol var? Yəni onda bunu belə yazın da. Bunu belə yazım ki, siz bunu tam tutasınız. Baxın, buranı silim. 3pi/4-ü silim. Tamam, buranı pi ilə yazacağım. Yəni biz nə aldığımızı onu göstərim. Deməli, bizim çevrəmiz idi. Buranı biz bucaq hesablayanda nə hesabladıq bəya? Kökdə 2/2-ni pi/4-də alır dedik. Düzdürmü? Pi/4-də alırsa neçə? Yox, 3 birbaşa yazmayaq. Pi çıxılsın pi/4. Buranın pi çıxılsın pi/4. O pi çıxılsın pi/4 bilirsiniz nə deməkdir? Bax, bu hissənin pi/4 olması anlamına gəlir. Yəni bu qövsün pi/4 olması. Bəli, ora mənfi pi/4. Demək ki, buranın da yəni pi/4 olduğunu başa düşmək lazımdır. Əgər bunu belə yazsaq, indi bu tərəfi də düzəldə biləcəyik də. Onda bu tərəfə doğru gələndə nə yazacağam mən ora? Amma mənfidən gəldiyimi bilirəm də. Nə yazacağam ora? Mənfi pi çıxılsın pi/4. Yox, çıxılsın yox. Tam əksi baş verəcək də. Mənfi pi üstə gəl pi/4 yazaq. Hə, pi/4. Aha. Bu halda Bizim məqsədimiz orada 3pi bölünsün 4-ə almaqdır. Yuxarıda müsbətdə, aşağıda mənfisi. Bəli. O şeydə var idi, kosinusların sağında işarə eləyəndə burada 60 olanda bura mənfi 60 olurdu, əksi olurdu. Bax odur. Bəli. Yəni hətta mötəzilə mənfi yazıb, mötəzənin içində pi çıxılsın pi/4-də yaza bilərik. İndi məncə daha aydın başa düşdünüz. Yəni bu formada. Onda belə çıxır ki, biz yəni əgər bir dəfə öyrənsək, bir-iki dəfə məşq eləsək, bu aydın olacaq da. Yəni ola bilər bir dəfə yazırsan, görsən nəsə səhv alındı, cavabdan yoxlayırsan, düz deyil. Təzədən bir də öz səhvini axtarırsan, tutursan həmin. İndi ben burada yazanda onda belə yazacağam. Demək x daxildir. Artıq bucaqlar, əsas bucaqları təyin etməkdir. Bucaqları təyin elədinsə, da misal doğrudur. Burada da kiçikdən böyüyə doğru getməliyik. Yəni mən mənfi pi üstə ya pi/4-dən, hansı ki bunun cavabını da tapa bilirəm. Bunun cavabı nə olacaq mənim üçün? Yəni nə verəcək bu? Mənfi 3/4. Və yaxşısın əksi olacaq. Demək onda olacaq mənfi, bu daxil eləyək. Mənfi 3pi/4 üstə gəl 2pi-kadan hara kimi? Deməli 3pi/4 üstə gəl 2pi-kaya kimi olmuş olacaq. Əgər nəsə qaranlıq bir yer varsa, nəyisə bəlkə səhv yazıramsa deyin. Yəni
Siz də deyin ki, biz də bilək, deyək ki, yox, bu belə deyil, belədir. Aydındır. Bu formada gediləcək. İndi düsturunu məsəl kitabdan da baxa bilərsiniz, düsturda aparıb yerinə də qoya bilərsiniz. Düsturunu yarada da bilirik. Yəni həmin şey bayaqları gəlin bayaqkını yada salın. Bir dənə qaldırım göydə idi. Bir dəqiqə baxaq yuxarıda. Düsturumuz nə idi? Kiçik olanı yazmışam, böyük olanı yazmışdım. Baxıram. Kosinusun böyük halını yazmamışam. Əvvəlcə yazmışdım, sonra sildim. Əvvəlcə yazmışdım, hə. Məsələn, kosinus x-in böyük halı belə idi. Bir də yadımıza salaq. Böyük halı belə idi. X daxildir. Tutaq ki, daxil olanda. Arc kosinus A. Üstə gəl 2 pika. 2 pika. Hara kimi gəlirdik? Daha doğrusu birinci bunu yazmırdıq da, o birisini yazırdıq. Demək, mənfi arc kosinus A. Üstə gəl 2 pikadan. Bir dəqiqə, hə, sağı götürəndə mənfi arc kosinus A-dan gedirdik. Bu yazdığımız kiçik olan halıdır. Yuxarıda yazdığımız kiçik olan halıdır. Bunu ayıraq. Deməli, hara kimi gəlirdik? Təbii ki, arc kosinus A. Yox. Mənfi pi yox. Arc kosinus A. Üstə gəl 2 pikaya kimi. Səbəb nə idi? Sağ tərəfi getdiyimizə görə, sağ tərəfi götürdüyümüzə görə. Bax, bu hissəni, bax, qırmızı ilə şəklin üstündə göstərirəm. Bu hissədən getdiyimizə görə bizə bu lazım idi. Oldu mu? Yəni, o da mənfi arc kosinus A-dan bu hissəyə düşən hissələr mənfi tutaq 60 ilə 60-ın arası. İndi gətirin həmin şeyi yerinə qoyun. Yəni, mənfi kökdə 2 bölü 2-ni yerinə qoyaq. Mənfi kökdə 2 bölü 2-ni harada yerinə qoyaq? Bax, burada yerinə qoyaq. Mənfi kökdə 2 bölü 2. Gəlin, mənfi kökdə 2 bölü 2-ni yerinə qoyaq. Olacaq, deməli, mənfi kökdə 2 bölü 2-də biz mənfi olanda, bəli, mənfi olanda pi-dən çıxırıq. Gəlin, pi çıxılsın, pi bölü 4 yazaq, belə saxlayaq. Üstə gəl 2 pika qoyaq. İndi burada da arc kosinus mənfi olanda pi çıxılsın, pi bölü 4 yazaq. Və nə gördünüz? Bayaqkının eynisini. Demək ki, biz istəsək birinci düsturumuzu tapıb, sonra düsturda verilənləri yerinə qoyub, mənfi 3 pi bölü 4, müsbət 3 pi bölü 4 arasını görə bilərik. Oldu mu uşaqlar? Yəni, bu da nümunə misalımız. Bunu gördük.